2 dənə sual düşür, çox vaxt. Demək olar ikisi də kubdan düşür. Amma o birilərdə baxacaq ki, birdən o birilərdən də düşdü. Yaxşı, mən ekranı paylaşım, baxaq. Asandan çətinə doğru kublarda gedəcəyik, amma kublar fəza fiqurlar arasında ən qarışıq olanlardır. Birincisi, başlayaq bu kubun düzgün açılış formasından. Kubda əsasən 3 dənə qaydaya fikir verməliyik. Hansı qaydalar var? Bizdə məsələn, tutaq ki, burada bir dənə kub. Kubu açırıqsa, onun ortasında 4 dənə, yuxarıda aşağıda isə 3 dənə fiqur olmalıdır. Bir dəqiqə, mən bunu burada çəkim. Burada yazmağa yer tapsam yazacaq. Bir saniyə, burada bunu yerləşdirə bilməyəcək. Suallara sonra baxarıq. Mən bir dənə səhv açsam, orada yazaq. Kub deyəndə yəqin ki, bilirik də, bütün üzləri bərabər kvadratlar olan fəza fiqur başa düşülür. Bizə onun açılış və yığılış forması, əsas açılış forması lazımdır. Kubun açılış forması deyəndə, məsələn, bir dənə burada xətt çəkək. Burada bir dənə xətt. Ortada 4 dənə üzümüz ortada olur. Bu 1, bu 2, 3, bu da 4. Tərəf böyük oldu, ebi yoxdur. Biri yuxarıda, biri də aşağıda. Aşağıdakı bir səliqəni çəkək, belə bir şey. Tutaq ki, burada A-dır. Belə şey çəkək, bu kvadrat olsun, burada dairə, bura olsun qara dairə, bura 3 bucaq, burada nə çəkək? Burada 2 tərəfli ox, burada bir dənə nöqtə. Tutaq ki, bizim belə bir kubun açılışı var. Kubda həmişə biz birinci qarşı üzərə baxmalıyıq. Yəni, qonşu və qarşı üzərə. Bəs qonşu üzər nədir, qarşı üzər nədir? Kubu yığanda qarşı-qarşıya düşən üzərə, orada deyilir onun qarşı üzəri. Və kubun yığılış formasında həmişə insan gözü ilə maksimum 3 tərəfini görə bilərsiniz. Yəni, kubu yığanda belə bir şey olur da, kubun yığılmış formasında siz onu hansı tərəfdən baxırsınız, baxın, maksimum 3 tərəfini görə bilərsiniz. 4-cü tərəfi görünmür. Kubun yığılmış formasında çox vaxt suallarda açılış formasını verir, yığılışı soruşur, ya yığılışı verir, açılışı verir. Yəni, sualların 80%-i bu ikisinin arasında olur. Ya açılışı verir, yığılmışı soruşur, ya da ki, yığılmışı verir, açılışı soruşur. İkisindən biridir. Ona görə biz bu arasında əlaqəni bilmək üçün birinci qonşu və qarşılıqlı üzləri bilməliyik. Yaxşı, bəs nədir qarşı üzlər? Qarşı üzlər tapmaq üçün həmişə ən rahatı yuxarıdakı ilə aşağıdakı bir-birinin qarşısıdır. Yəni, biz burada qarşı üzlər yazırıqsa, birinci qayda qarşı üzlər. Həmişə yuxarı üzlə aşağı üz. Yəni, yuxarıdakı hansıdırsa, məsələn, baxın, bizdə burada yuxarıdakı hansıdır? Bu 2 başlı ox. Bəs burada hansıdır nöqtə? Deməli, bunlar bir-birinə qarşı olacaq. Bizdə qarşı üzrdən söhbət gedirsə, yazacağıq burada hansı? 2 başlı ox və nöqtə. Bəs digər qarşılar haradadır? Digər qarşılarda arasında bir dənə üz olmalı. Yəni, qarşı olmasının arasında bir dənə boşluq olmalıdır. Fikir verin, bu kvadratın qarşısı burada dairədir. Elə bil arada bir dənə ağ dairə boşdursa, ağ kvadratın qarşısı orada qara dairədir. Bir də məsələn, burada hansılar bir-birinə qarşıdır? Təbii ki, 3 bucaqla ağ dairə. Bunlar da bir-birinə qarşıdır. Dairə və 3 bucaq. Bəs bizə bu qarşı üzlər harada kömək edir? Kubun yığılmış formasında qarşı üzlərdən ancaq birini görə bilərsiniz. Məsələn, tutaq ki, bura aparıb siz kvadratı çəkdinizsə, artıq digər boş qalan 2 yerdə bu qara dairə ola bilməz. Çünki məsələn, otaq kimi fikirləşin, ya balaca kub kimi fikirləşin. Siz ona öndən baxanda arxasını görmürsünüz, yuxarıdan baxanda aşağısını görmürsünüz, sağdan baxanda sol görünmür. Yəni, kubun bir üzündən baxanda digər tərəfi görünmür. Ona görə də həmişə kubun qarşı üzərindən yığılmış formasında ancaq birini görə bilərsiniz, qarşı üzlərdən. Amma qonşu üzlərdən. Bəs qonşu üzlər hansılardır? İkincisi, qonşu üzlər. Qonşu üzlər deyəndə, qonşu üzlər tapmaq istəyirsinizsə, hansısa üzün qonşusun, ən rahatı neyinirsiniz? Bir dənə qarşısını çıxırsınız, qalan hamısının qonşusudur. Məsələn, tutaq ki, ağ dairənin qonşularını axtarırıq. Bir dənə onun qarşısı hansıdır? 3 bucaq. Bir dənə bunu çıxırsınız, deməli onun qarşısı da, qalan 4 dənə hamısının qonşularıdır. Kvadrat da, yuxarıdakı 2 başlı ox da, sonra orada nöqtədə, qara dairədə. Hamısının orada qonşularıdır. Və kubun yığılmış formasında, məsələn, biz artıq mən bunu buradan sildim. Bura bu ağ dairəni çəkdimsə, bu boş dairənin ağ dairədə qonşularından hər hansı ikisi olmalıdır. Yəni, oxdan, kvadratdan, nöqtə və qara dairədən 4-ündən ikisi olmalıdır. Da orada onun qarşısı ola bilməz. Yəni, həmişə birinci suallarda qonşu və qarşıya baxırsınız. Qarşı hansıdır? Əgər variantlarda qarşı varsa, qarşılara tez çıxmalısınız. Qarşılara çıxsa, sizin üçün çox daha rahat olacaq sualların cavabını tapmaq. Məsələn, bir iki də buna izah edeyim.
tutaq ki, burada testdə bir saniyə. Bir dəqiqə, qonşu qarşı, yəni tutaq ki, 8. Məsələn, bizdə bu özü qəbul sualıdır. Deyir, şəkildəki kub və onun açılışı verilmişdir. Sual işarəsinin əvəzinə hansı olmalıdır? Biz də bayaq dedik də, orada eləyilməli ki, qarşı olmasınlar. Yaxşı, qarşı olmayacaqlarsa variantlara baxırıq bir-bir. Məsələn, A variantı ola bilər? Yox. A variantı niyə olmur? Çünki A variantında 6 ilə 5 bir-birinə nədir? Burada 6, 5. Bunlar bir-birinə qarşıdır. Bunlar bir-birinə qarşıdırsa A ola bilməz. B-də bəs yenə baxın 5 ilə 6 var, qarşıdırlar. Sonra C-də 3 ilə 0 var. 3 ilə 0 bir-birinə nədir? Bunlar da qarşı. Bu da getdi. Y-də bəs 9 ilə 8 var. Baxın, bunlar da bir-birinə qarşı. Onda 9 ilə 8 də getdi. Düzgün cavab hansıdır? 9, 3, 6. Yəni 9, 3, 6-ya baxın. 9, 6. Bunlar qonşu, 3 də bunların qonşusu. Deməli, burada sıxıntı yoxdur. Bu ola bilər. Bu Y variantı aydındır, yoxsa necə? Hə, yeni dərsin izahadır. Çünki dediyim kimi, özü birinci mövzudan buradan başlamışam. Ağır mövzudur. Axıra saxlasaq çətin olacaqdır. Bu 8 ilə bağlı sualı olan var, yoxsa necə? Bir də dediyim kimi, həmişə qarşı, yuxarı ilə aşağı bir-birinin qarşısıdır. Birinci ilə üçüncü, ikinci ilə dördüncü. Yəni, arasında bir dənə qalmalıdır orada. Yaxşı, birini də baxaq, qonşu qarşılıqlı. Məsələn, 13-ə baxırıq. Görəsən, burada hansı qonşu, hansı qarşılıqlıdır və hansı variant olacaq. Bu A variantı düzgün cavabdır. A qalsın. B səhvdir. Niyə? Çünki baxsaz birinci ilə üçüncü. 6 ilə 4 burada qarşıda axı. Burada da baxın 6 ilə 4. Onda B getdi. Həmçinin burada C variantında 6, 4. Bu da getdi. Gəldik D-yə. D-də nə var orada? 6, 3, 1. 6, 3, 1-də baxsaz 3 ilə 1. Yuxarıdan aşağı bir-birinə nə olur həmişə? Qarşı. 3, 1. Getdi. Y-də bəs, Y-də nə var? 5 ilə 2. Bunlar da qarşıda da. Bu da getdi. Amma A variantına baxırıq 6, 2, 3. Baxın, hamısı burada bir-birinə qonşudur. Onda orada bir sıxıntı yoxdur. Düzgün cavabımız olacaq A variantı. Yəni bu suallarda əsasən bu asan olduğundan bir hamısını çıxa bilirik, amma sualların əksəriyyətində qarşılıqdan istifadə edərək heç olmasa variantlardan birinin ikisini çıxa bilirik. Daha hamısını çıxmaq olmur. Çünki kubun 3 dənə qaydası var. İndi o bir qaydalara baxacağıq zaten. Bu qonşu qarşılığı ilə bağlı sualı olan. Yoxdur deyəsən. Yaxşı, ikinci qaydası bəs kubda nədir? Ardıcıllıq. Ona orientasiya da deyirlər. 300-ün istənilən 300-ün ardıcıllığı. Məsələn, indi biz burada kub çəkeyim. Sonra baxaq ona. Yaxşı, belə bir kub çəkdik. Bu olsun bizim kubumuz. Slash forması. Şey. Bura olsun A, nə bilim, bura olsun B, bura C, burada D. Yuxarıda bir dənə Y üzü götürürəm. Burada bir tərəfdə bir dənə F üzü. Və 2 dənə variant verirəm burada. Biri olsun belə. Birində özlər bura A-dır, bura B-dir, bura F-dir. Şəkillərə baxmaq, şəkillər səhvdir. Bunu elə belə yazıram. Çünki şəkillərə baxsaq, şəkillərə əsasən düzgün cavab yoxdur burada. Yəni, tutaq ki, şəkilləri düzdür, vəziyyətlər yəni. Bura A-dır, bura F-dir, bura B-dir. Yəni, o biri variantları çıxmışsınız qarşılıqlıya əsasən, qalıb bu iki variant. Bu iki variant arasında biz düzgünü seçməliyik. Burada həmişə 300-ün ardıcılığına baxmalısınız. Fərqi yoxdur, saat tərəfə və ya saatın əksinə. Yəni, şəklin özündə bunların ardıcılıqları necədirsə, burada da eyni şey olmalıdır. Bu arada hansına səs başlayın? A hərfindən, B-dən və ya F-dən. Məsələn, mən A-dan başlayıram. A-dan başlayıram və saat tərəfə fırlanıram. Saat tərəfə ardıcılıqları. Necədir burada ardıcıllıq? A, B, sonra F gəlib. Deməli, ardıcılıq belə olmalıdır. Əgər burada A-dan başladısa, variantda da A-dan başlayın. Məsələn, A-dan başladım, A, B, F. Həmçə bu düzgün cavabdır. Amma buradan başladım, burada nədir? A, F, B. Artıq burada ardıcıllıq səhvdir, orientasiya pozulub. Ona görə B səhv cavabdır, A düzgün cavabdır. Yəni, həmişə orada variantda 200-ün, daha doğrusu 300-ün ardıcılığına baxmaq lazımdır. Hansı üzdən sonra hansı gəlib. Buna fikir verməsəniz, orada xeyli sualda səhvlərə yol verəcəksiniz. Birinci qonşu qarşıya baxdı, cavabları çıxdınız. Sonra orada ardıcılığa baxmaq lazımdır. Məsələn, A, B, F, A, F, B. Hansı düzdür? Necə olmalıdır? Və həmişə ardıcılığa baxmaq üçün üzvlər bir-birinə birləşik olmalıdır. Əgər üzvlər bir-birinə birləşik deyilsə, ardıcılığa baxmaq olmaz. Məsələn, tutaq ki, burada bir dənə belə variant yazıram, A variantı. Bura olsun A, burada bir dənə belə D çəkək, bir dənə də üstünə F. Burada oldu F. Bir dənə də belə burada B variantı çəkirəm. Bura A, bura D, burada F. Sizcə bunun hansı düzdür?
B bənd. AFD, B. AFD, A variantı düzdür. Dedi ki, orada ardıcılığa baxmaq üçün üzvlər bir-birinə birləşik olmalıdır. Əgər üzvlər bir-birinə birləşik deyilsə, onu birləşdirməlisiniz. Məsələn, baxırsınız şəklə, hə, A, D, F. Pseudo ardıcılıq burada düzdür. Burada da A, D, F. Hə, olsun B variantı, amma bu səhvdir. Niyə səhvdir? Çünki ardıcılığa baxmaq üçün üzvləri birinci birləşdirmək lazımdır. Onun üçün də üzvlərin hərəkəti bizə lazımdır. Yaxşı, necə hərəkət etdirirsiniz? Ortadakı olanların 4 dənəni olduğu kimi qoparıb qoya bilərsiniz. Məsələn, B-ni buradan qopar, apar qoy bir tərəfə. Olduğu kimi heç nə dəyişməyə ehtiyac yoxdur. D gəlir bura. Yəni A-nı qopar lazım olsa, A-nı qopar gətir qoy bura. İndi o şəkildən asılı da hansı harda lazımdır. Amma yuxarıdakı ilə aşağıdakını döndərərək aparmaq lazımdır. Onları qoparmaq olmaz. 90 dərəcə döndərik. Bunu 90 dərəcə döndərsək, bu F dönüb biz aşağı düşəcək. Baxın bu formada. Bunu 90 dərəcə döndərdim. F düşür belə. Demişdim, burada şəklə baxmayın, sadəcə bunu izah etmək üçün gəldim bura. İndi yaxşı ardıcılığa baxıram. Bayaqlar A-dan başlamışdım, bu səfər nə bilim F-dən başlayıram. F-dən başlasam ardıcılıq necədir? F, D, A. Burada F-dən başlayıram. Hə, F, D, A. Всё, bu düzdür. A variantı. Amma məsələn B-də başlasaz bunun üstünü Olar bir dənə sual vermək. F, A, D. Ona görə bu səhvdir. Hə, buyur. Burada hansı ki F-i aşırtdıq, dedik ki A-ya əks durdu da. Onu bir dəfə də aşırda bilirik, D ilə alt olması üçün. Onun 4 dəfə aşırt, 5 dəfə aşırt. Onu gələcəm. Ondan əlavə bir dənə də sualım var. Prosta belə deyim də sözünüzü kəsmək istəmədim. Hansı ki bayaq A variantı seçdik, A, B, F dediniz ki, məsələn böyle. Orada məsələn bəs buna fikir vermirik. A ilə B görürsüz, A-nın üçbucaq tərəfi B-nin altına düşür, amma yuxarıdakı variantda düşür. Şəkillərə gələcəm. Fikir verirəm ona. Prosta hələ şəklə baxmayın. Onu indi axırda deyəcəm. O döndərməsən şəklə axırda baxırıq. Sadəcə ardıcılığa baxmaq üçün bunu seçdim. Yəni ardıcılığa baxmaq üçün bunların üçün birləşdirirsiniz, ondan sonra ardıcılığa baxırsınız. Daha hərəsi bitində olanda A burdadır, D burdadır. Gedib buradan belə quru gəlmirsiniz bu boyda. Ardıcılığa baxmaq üçün bunlar birbirinin birləşik olmalıdır. Yaxşı, gəldik. Sonuncu qayda nədir bəs? Sonuncu qaydada həm o rəvan deyən şəkillərin vəziyyətidir, həm də üzlərin hərəkəti. Yəni belə deyək də, üzlərin vəziyyəti və hərəkəti. Bunları buradan silək. Baxaq indi ona. Bunları da buradan sildik. Birinci üzlərin hərəkətinə gələndə dedim ki, orta sıradakı istədiyin kimi qoparıb qoya bilərik. Məsələn, D-ni buradan qopar, apar qoy bu tərəfə, orta sıradadırsa. D-ni apar qoy bura və ya A-nı oradan qopar, gətir qoy bura. Heç bir sıxıntı yoxdur. Ancaq soldan sağı bu arada. Amma yuxarı və aşağını 90 dərəcə döndərə hərəkət etdirməlisiniz. Məsələn, tutaq ki, sənə lazımdır Y gəlsin A-nın üstünə. Bunu döndərə-döndərə aparırsınız 90 dərəcə. Məsələn, bir dəfə 90 dərəcə döndərdiniz sola doğru. Bu necə duracaq? Üzü yuxarı. Bir dəfə də 90 döndərirsiniz. İndi necə duracaq bu? 90 döndərsə sol tərəfə doğru. D-nin üstünə döndərmək lazım. Elə burada döndərək. Artıq burada sağa doğru döndərmək lazımdır. Sağa doğru döndərəcək necə duracaq? Üzü aşağı bu formada. F-ə də eyni şeylər keçərlidir. Amma hansı tərəfi bağlıdırsa oradan döndərik. Məsələn, baxın, yuxarıda bunun aşağı tərəfi bağlıdır axı. Ona görə aşağıdan döndərik. Məsələn, Y üzü aşağı oldu. Amma bunu məsələn sağ tərəfə doğru döndərəndə artıq yuxarısı bağlıdır. Elə bil F dönəcək, üz yuxarı duracaq. Bu formada da üz aşağı düşməyəcək. Çünki bunu yuxarıya doğru döndərirsən. F düşəcək belə bu formada. Sola lazımdır, sən sola döndər. Bu tərəfə döndərdin, indi düşəcək üz aşağı. Yəni hansı tərəfə lazımdırsa o tərəfə doğru döndərik. Bir dəfə də lap döndər, düşəcək belə üz aşağı. İndi hansına istəyirsən bax da. Bu döndərilməsi. Bir də ki, kubda əsas məsələ həmişə birinci şəkillərin vəziyyətinə baxın. Şəkillərin vəziyyətini burada necə görürsünüzsə variantda deyil olmalıdır. Məsələn, baxıram ki, burada B ilə C-yə. B ilə C belə dayanıblar. Bunu sən nə qədər fırladırsan, tərs atırsan, ora fırla, bura fırla, bu belə durmalıdır. Ola bilməz ki, variantda bu belə dursun. B belə, C belə. Ya hətta belə dursun. C belə, B belə. Bu da səhvdir. Çünki B-nin düz tərəfə baxmır C-yə. B-nin dairəvi tərəfə baxır. Nə bilim, C fransın B-nin üstünə düşsün, soluna düşsün. Bunlar hamısı səhvdir. İki üzün vəziyyəti burada necədirsə, variantda mütləq eyni şey olmalıdır. Ancaq hansı üzlər dəyişə bilər? Qarşı üzlər. Məsələn, necə yəni qarşı üzlər? Tutaq ki, bax, bura A-dır, burada C-dir də. Bunlar belə yan durublar. A belə, bir saniyə, A belə durub, C-də belə. A bu formada, C-də belə. Ola bilər ki, bu variantda belə olsun. Qarşı üzlər dəyişə bilər. Amma qonşu üzlərin həmişə vəziyyəti ödənməlidir. Yəni, burada başqa şəkildə başqa heç vaxt ola bilməz.
Bu döndərilməsi və qarşı üzərin vəziyyəti ilə bağlı sual olan yoxdursa, mən sualın üstündə, variantların üstündə bunları izah edeyim. Testlərin üstündə. Yoxdur deyəsən. Yaxşı, o zaman görək testlərə. Mən bir sual vermək istəyirdim sizə. Aha, buyur ana. Sonuncu qayda deyil də, sonuncudan bir əvvəlki qaydaya aid bir sual göstərsəz sevinərəm. Ardıcıllığa. Aha. Göstərəcəm hamısını. Sadəcə qaydalardan sual alan var. Yox, sadəcə sondan ikinci biraz çətin gəldi onu. Hə, gəlirik hamısına. Bax, hamısına Qayda. baxacağıq. Yaxşı, məsələn, birinci rahat olsun deyə 12-dən başlayaq. 12-də burada sadəcə şəkillərə baxsa cavab tapa biləcəyik. Yəni bir-birinə əsasən vəziyyətlərinə. Baxıram mən bu şəkillərə, görsən hansı düzdür, hansı səhvdir. A düzdür, A qalsın, o bilər. Baxaq axırda A-ya gələrik. Baxın, B burada 100% səhvdir. Niyə səhvdir? Şəkillərə baxıram. Hansılardır məndə? Bu üçüdür də, bu pilləkən formasında olan ağ, qara və kvadrat. Niyə səhvdir bəs? Bu pilləkən nərdivan formasına baxın, bu nərdivan formasında olan gəlib ağ, qaraya birləşməyib. Baxın, tinləri oradadır, ağ, qaraya birləşməyib. Amma B variantına baxın, gətirib onun ağ tərəfinə birləşdirib. Onun ağ tərəfi düzdür, buradır. Amma ona birləşməyib, bax o, birləşməli deyildi. Məsələn, B variantı getdi. Gəldik C-yə. C-də bəs, C-də səhv hardadır? Üçbucaq bu ağ qara dairənin hansı tərəfinə birləşir? Baxın, qara olan tərəfinə birləşib də. Amma burada baxın, ağ olan tərəfinə birləşdirib. O qaraya birləşməli idi, yəni bu tinə. C getdi. D-də bəs səhv hardadır? Kvadrata baxın, bunun qara kvadratına birləşməlidir. Amma burada baxın, kvadrat bunun boş tərəfinə birləşib. D-də getdi. Y-də bəs yenə eyni temadır. Baxın, ağ kvadrat ağ dairəyə birləşməli idi. Amma burada baxın, ağ kvadratı qara dairəyə birləşdirib. Bunda Y-də getdi. Yəni şəkillərə çox diqqətlə baxsaz, o rəsmə tutmaq olur. Bəs niyə A-dır? Demişdik ki, orta hissədə qoparıb qoymaq olur. O sağdakı üçbucağı qoparın qoyun sol tərəfə. Çünki baxıram üzümün biri burada, biri buradadırsa, bunları birinci birləşdirmək lazımdır. Və bunların ikisini ora apara bilərsən. Sadəcə həm vaxt, həm də adamı yorur. Tək bunu götürüb qoy bu tərəfə. Qoyduq bura üçbucağı. Yaxşı, fikir versəz, şəkildə necədir? Üçbucağın arxası bunun boş tərəfini göstərir. Baxın, üçbucağın arxası bunun boş tərəfini göstərir. Və qara kvadratda qara tərəfi göstərmədə onu göstərir. Demək, cavabımız hansıdır? A variantı. İndi bu 12 aydın oldu, yoxsa necə? 12 ilə bağlı sualı olan. Yoxdur deyəsən. Yaxşı, gəldik o zaman 11-ə baxaq. 11-də burada N-dir, U-dur, O-dur A variantında. A variantı garanti səhvdir. Niyə səhvdir? Çünki baxın, O, U-nun üstündədir. Elə bil U-nun yuxarı tərəfindədir O. Amma burada baxın, U-nun yan tərəfində, sağında verib. Bu 100% getdi. Sonra B düzdür, C-yə baxaq. C-də burada I ilə H-da bir şey tapa bilmərsiniz. Çünki bunlar simmetrik fiqurlardır, yanaşı dururlar da, bu heç, bunlar düzdür. Ona görə Y ilə bunlara baxmaq lazımdır. Y ilə I-ni baxmaq istəsən, döndərirsən də bunu. Bir dəfə döndərdik, Y-ni bir dəfə döndərəndə Y olacaq belə. Baxın, I-nin aşağı tərəfi Y-yə baxmalıdır. Y-nin iç tərəfinə, I-nin aşağısı Y-nin iç tərəfinə. Onda bu C variantı getdi. Niyə? Çünki baxın, I-nin aşağısı Y-nin üst tərəfinə baxır. Aşağı bunun iç tərəfinə baxmalıydı. C getdi. Həmçinin D də getdi. Bu Y-nin aşağısı Y-nin çöl tərəfinə baxır, düz xəttinə baxır. Onun iç tərəfinə baxmalıydı. D də getdi. Y niyə səhvdir? Orada da U ilə I səhvdir. Baxın, burada I ilə U-ya. I U-nun yanında düz paralel durub. Amma burada necə qoyub? Bir U-dur, gətirib I-ni belə buna yan söküyüb. Sökəmir axı bu belə. Bu düz durmalıydı. Y də getdi. B niyə düzdür? U ilə E-yə baxın, Y üstündə U. Orada bir sıxıntı yoxdur. U ilə I-yə baxıram, yan durmalıdır. Və əsas məsələ, bayaqdan o birləri səhv eləyən. I-nin bu aşağısı Y-nin içinə baxırdı. Baxın, I-nin aşağısı Y-nin iç tərəfinə doğru baxır. Deməli, düzgün cavabımız hansıdır? B variantı. 11 bəs aydındır, yoxsa necə? 11 ilə bağlı sual olan yoxdur deyəsən. Yaxşı, elə bir şeyə baxaq ki, orada həm də bizə ardıcıllıq lazım olsun. Məsələn, baxaq burada 22-yə. 22-də baxıram variantlara. Bəzi variantları qarşı ilə çıxa bilərəm. Artıq qarşılıq suallara baxaq da. Məsələn, baxıram variantlara burada. D variantına baxıram ki, D variantında birinci qarşılara çıxmaq üçün ən rahatıdır. 4 ilə 1 var. 4 ilə 1 nədir? Bir-birinə qarşı. D getdi. Sonra Y-də 4, 2-dir. Burada qarşı yoxdur. C-də 6, 5, 3. Hə. B variantına baxın, burada da qarşı var.
Burada 5 ilə 3 bir-birinə nədir? Qarşı. B variantda getdi. 4, 2, 3 də qarşı yoxdur. 6, 4, 5, 1 də qarşı yoxdur. Qalanlarına artıq ardıcıllığa, şəkillərə filan baxmaq lazımdır. Məsələn, A variantına baxırsınız, şəkillər filan düzdür. Bu 5-i bu tərəfə doğru döndərsəz, 5 elə 5-dir də, bunu döndürəndə bir şey dəyişmir. Yaxşı, burada baxıram şəkillərdə. 2 1 5-ə birləşmədi, 2 5-ə birləşib, 2 1-ə paralel ona birləşmir və s. Heç bir səhv yoxdur. Götürüb onu təbəə qarışdırıb tələsib A variantını seçirlər. Nə yaxdan çıxdı? Ardıcıllıq. Ardıcıllığa baxsaz, istənilən birindən başlayın. 2-dən, 1-dən, 5-dən. Məsələn, 1-dən başlayıram, sağ tərəfə fırlanıram. Ardıcıllıq necədir burada? 1, 5, sonraki. Burada da 1-dən başlayıram. Eynisindən başlayırsınız. Fırlanıram sağ tərəfə fırlansam. Hansılardır? 1, 5, 2 buradaydı. Amma burada 1, 2, 5'dir. Deməli, sağ tərəfə ardıcıllıq pozulub bunu. A ola bilməz. A-nın ardıcılığı səhvdir. B də zaten səhv idi. Gəldik C-yə. C-də 6-dır, 4-dür, 5-dir. Demişdim, şəklə filan ya da ardıcılığa baxmaq üçün birləşdirin də. 6-nı oradan qoparım, qoyun bura. 6-nı qopardım, gətirdim bu tərəfə. 6 ilə 4 elə bir birləşib 12 mənim gətirirdi. Baxın, burada da elədir. 6, 4 birləşirlər. Ardıcılıq necədir? Altdan başladım elə. 6, 4, 5. Burada necədir bəs? 6, 4, 5. Hər şey düzdür. 4 ilə 5-in də vəziyyəti düzdür. Amma Y niyə səhvdir? Çünki Y-də 4, 2, 3-dür. Yəni, buranı sileyim. Orada ardıcılıqda filan sıxıntı yoxdur. Sıxıntı 4 ilə 2-nin vəziyyətindədir. Bu 4 ilə 2-yə baxın. Bir paralel durub. Yəni, 2-nin nöqtəsinin biri burada, biri burada. Buna birləşməyib də. Amma Y variantına baxın. 2-nin nöqtələri 4-ə doğru baxıb. Elə bir burada 2-nin nöqtəsi belə yox, bu formada olmalı ki, 4-ə doğru baxsın. Ona görə burada Y variantı səhvdir. 2 nöqtələr 4-ə paraleldir. Burada Y də səhvdir, düzgün cavabımız olacaq C variantı. Bu 22 aydındır yoxsa necə? 22 ilə bağlı sualı olan. Aydındır müəllim. Anar nəsə soruşurdun deyəsən, səsin açıq qalıb. İşte bilmədim. Elə bu tip sual istəyirdim bayaq. İndi Hə. aydın oldu. Yox, tamam. Sağ ol. Yaxşı, o zaman bir ikisinə baxalım burada. 25-ə baxalım məsələn burada. Ben 25 tapım, hə, 25. Burada məsələn şəklə baxdınız. Birinci şəklə baxın ki, nəyə tapmalıyıq da biz burada. Hə, mən bunun yığılmış formasına baxacağam. Məsələn, orada səni çaşdıracaq nə? Şəklə baxırıq ki, bu n-la z bir-birinə çox oxşayır. Mümkün qədər bunlardan qaçmağa çalışın. Çünki onu tap hansıdır, gətir yerinə qoy filan vaxt alacaq. O birlərə baxın. Həmişə birinci qarşılara baxdınız, sən qarşılar yoxdur, tez orada baxırıq şəkillərə. Məsələn, A variantı. A ola bilər, ola bilməz. A 100% ola bilməz. Baxın, F-lə S-ə baxın. Heç bunu birləşdirməsəz olaydı. Buradan görünür də. S-in aşağısı F-ə yanından baxır. Amma burada S elə bil F-in aşağısındadır. F-ə yanından baxmaydı, amma F-in aşağısına düşüb. A getdi. Sonra burada gəldik B variantına. B variantına H-dır, oldu, N-dir. Mümkün qədər bu N-dən çıxmağa, qaçmağa çalışıram. Mən baxıram orada H-dan O-ya. Gələ birinci aparasınız onun aşağısına doğru. Bir dəfə döndərdik, H getdi belə. Bir dəfə də döndərdik, H gəlir belə. Baxsaz, elə bil o H-ı yandan baxır. Amma burada onu H-ın üstünə qoyub. Bu da getdi. S düzdür, S qalsın. D niyə səhvdir? Çünki baxsaz, S-in aşağısı O-ya doğru baxır. Amma burada S O-ya yandan baxıb. D də getdi. Bəs Y-də. Y-də F-dir, H-dır, Z-dir. Burada problem hardadır? Yenə o H hərfindən F-də. Baxsaz, F-in aşağısı H-ı yandan baxıb. Amma burada elə bil H-ın aşağısı F-ə yandan baxıb. Tərsinə qoyub. Elə bil F-dir. Ayağında orada H verilmişdi. Amma variantda necədir? Bu variantda isə bu formada verib. F-dir, H-ı bu formada qoyub. Fərqli şəkillərdə də bu da getdi. Mən mümkün qədər n-la orada z-dan qaçdım, çünki bir-birinə oxşayırdı. Amma n-nı dəfə bu tərəfə doğru döndərsəz, o düzdür, elə düşəcək. Baxın, n-lə n üst-üstə, buradakı kimi, bu tərəflərində də o, hər şey düz olacaq, cavabımız C variantı. Bu 25 bəs aydındır, yoxsa necə? Onda birində siz, bayaqdan nəticəsini artıq izah elədim. Məsələn, burada elə 23-ə baxın. 23-də sizcə hansı olar? A variantı. Nə baxsınlar?
Hə, düzdür, A variantıdır. Məsələn, daha baxdı. B-də səhv nə var? Yenə elə fikir verin. Bunlar nədir? Qarşı. B getdi. Sonra C-də səhv. Y-dir, O-dur, N-dir. Yəni, bunu birləşdirəsiniz də. Bu arada niyə Z olmaz? Çünki Z olsa O-la Z qarşı olardı. O 100% ki, N-dir. O-la Y-nin vəziyyəti düzdür. Orada bir sıkıntı yoxdur. N-i qopar gətirib bura qoyanda, N-i qoydum bura. Və Y-ni bunun üstünə döndərəndə, baxın, Y-nin ona çöl tərəfi düşür. Amma burada içəri tərəfini verib. Ona görə C variantı səhvdir. D-də F-dir, N-dir, L-dir. F-lə N bir-birinə nədir? Bunlar qarşıdır. Sonra Y-də F-dir, N-dir, Z-dir. F, N, Z. Yəni dediyim kimi F-lə N bir-birinə qarşıdır. Amma A variantına baxsaz, o F yanaşı durmalıdır. Onun üstünə Y düzdür və Y-ni F-in üstünə döndərsəz, o baxın üz aşağı baxacaq. Yəni F-ə doğru. Y-ni F-in üstünə baxmalıdır. Hə, burada hər şey düzdür. Deməli, cavabımız olacaq A variantı. Bu da oldu 23. Sual olan var burada? Yox deyəsən. Yaxşı, məsələn, 17 özü qəbul sualıdır. Bizə burada nə deyir? Verilən açılışa uyğun olmayan variant. Yəni, biz burada səhvləri seçməliyik. Yaxşı, səhvləri seçəcəksə, baxıram variantlara. Birinci, bu düzgün açılış formasına gətirməliyəm. Düzgün açılış forması 4 düz qalırdı. Biri solda, biri sağda və biri yuxarıda, biri aşağıda. Necə gətirə bilərsiniz bunu düzgünə? İkinci dəfə bu tərəfə doğru qatlayırsınız. Düşür belə. Və bunu buradan sinus qatladım bu tərəfə doğru. Kənarı da düzəldək. Bu da olsun bunun kənarı. Bu oldu bizə kuban açılışı. Bunu da buradan qaraldıq getdi. Sonra baxırsınız orada variantlara. Bizdən səhvi soruşurdu. Səhv sizcə hansılardır burada? Qaranti səhv olanlar. 1 ilə 4. Niyə? Çünki bu 1 ilə 3 burada bizə nədir? Bu 1 ilə 3 qarşıdır. Baxın, 1, 3 qarşı, 1, 3 qarşı. Deməli, düzgün cavabımız hansıdır? Y variantı. Heç o birlərə baxmazsınız olar. Çünki asan sualdır. 1 ilə 3-ün qarşı olduğunu görürsünüz. Qarşı üzərdə heç vaxt kubun yığılmış formasında ola bilməzdir. 1, 3 çıxırıq, yerdə qalır. 1-də tutulur Y variantı. Bu 17 ilə bağlı bəs sual olan. Yoxdur. Tamam, davam edək. Burada məncə bir şey qalmadı. Onsuz əvvəli qəbul sonlarıdır. Orada bir dənə sual var, onu birazdan qayıdacağıq. Yaxşı, biraz çətin formalarına gəlin baxaq. Məsələn, başlayaq oradan. Bunlar hansını bax. 31-i burada deyim. 31-də sizcə hansı olar? Çünki kubun 3 üzünü verib 3 üzü boşdur. Uşaqlar biraz qarışdır. Əslində asan sualdır. D bəndi. D variantı. D. Elə şəklin özü də burada. Ən sadəsi, baxın, bu düz bucağının uzun tərəfinin üstünə 3 bucaq düşür. Uzun tərəfinə baxın, boşda. Uzun tərəfi boşda. Uzun tərəfi boşda. Uzun tərəfi boşda. Uzun tərəfinə 3 bucaq düşür. Pis o D variantı. Bu qısa tərəfinə olsa 3 bucaq düşməli idi. Burada 3 bucaq var. Düzü burada qısada 3 bucaq var. Burada qısada 3 bucaq var, amma uzun tərəfi boşdadır. Deməli, cavabımız olmalı D variantı. Sonra, məsələn, burada 28-də. Artıq hər şeyə baxmalıyıq da burada. A variantına baxsaz, bu qum saatıdır, nöqtədir və plusdur. O desən düz cavab A-dır. Ona görə o birlərə baxaraq da A-ya qayıdarıq. B-yə baxıram, B-də plusdur, bu şahmat dairəsidir və dairədir. Yaxşı, bunu buradan qoparıram, aparıb qoyuram bura. Ki, bunlar birləşsinlər, şəklə filan baxımdan, ardıcılığa. Ardıcılıq necədir məndə? Ardıcılığa baxın, hansı nəsə. Məsələn, dairədən başladım. Dairə, şahmat, plus. Burada baxın, dairədən başladın, sağ tərəfə fırlandın. Hansıdır? Dairə plus şahmat. Ardıcılıq pozuldu. C-yə baxıram. Qum saatıdır, X-dir və ağ dairədir. Burada bəs problem haradadır? Fikir versəz orada. Qum saatı heç bunun ardıcılıq var. Bunun şəkli səhvdir. Qum saatının ağ hissəsi, ağ üçbucağı dairəyə birləşib. Burada bəs hansı birləşib? Qara hissəsi. Onda C də getdi. Sonra D-yə baxsaz, D-də şahmatdır, plusdur və nöqtədir. Bunlar ikisidir də. Gərək birinci şahmatı aparasız bunların yanına. Heç onu aparmağa deyəsən ehtiyac qalmayacaq, çünki ardıcılıq səhvdir. Yaxşı, apardıq, tutaq ki, bura qoyduq, şahmat buradadır da. Heç onu döndərmirəm, tutaq ki, belə düşdü. Şəklə baxmalıdan heç. Ardıcılıq necədir? Nöqtə plus şahmat. Burada necədir? Nöqtə şahmat plus. Ardıcılıq getdi. Y variantı bəs şahmatdır. Bu diagonal üzü hardan çıxdı ki? Və ya bu boş üzü. Olmayan üz varsa o 100% səhvdir. Onsuz altdan üzü var, altısını görürəm də. Olmayan bir şey ola bilməz. Y də getdi. Bəs niyə A-dır? A-da birinci, bu şahmatı nöqtə ilə plusun üstünə aparmaq lazımdır. Baxın, döndərəndə, doğrusu qum saatı. Bu qum saatı bir qara tərəfini çəkəcəm də, qara tərəfi düşəcək belə, bu formada. Bunun bu qara tərəfi. Üç bucaq aşağı doğru birləşəcək.
Bir dəfə də döndərirsiniz, onun qara tərəfə düşəcək belə. Bir dəfə də döndərdik, qum saatda belə. Yaxşı ki, burada indi mən bunun üstünsəm ki, nəsə görək. Ardıcılığa baxayım. Şəkil düzdür. Baxın, qum saatın ağ tərəfi qaraya birləşib. Baxın, ağ tərəfi qaraya birləşib. Qara tərəfi plusa birləşib. Qara tərəfi plusa birləşib. Ardıcılıq bəs necədir? Ardıcılığa baxsaz burada nöqtə, üçbucaq, şahmat. Daha sonra nöqtə, bu qum saatı, sonra plus. Burada da baxırıq nöqtə, qum saatı, sonra plus. Hər şey düzdür. Deməli, düzgün cavabımız olacaq A variantı. 28 ilə bağlı bəs sual olan. O deyəsən yoxdur. Yaxşı, o zaman davam. Gəldik burada biraz nisbətən çətin suallara. Məsələn, 32-yə. 32-yə fikir versəz, burada bəzi üzlər bir-birinə çox oxşayır. Məsələn, qara bir dənə düz bizə bu formada top var, bir də diaqonalı var. Ağ da həmçinin bir dəfə diaqonal, bir dəfə top. Diaqonal üzlərdə həmişə kəsişmədən, elə bir yerdə birləşib, birləşmədən, kəsişib, kəsmədiyinə baxmaq lazımdır. Məsələn, məndən burada düzü soruşur, yenə düz cavab A variantı, ona görə B-dən başlayıb baxmaq. A yaxıda gələrik. Niyə məsələn B səhvdir? B-də baxsaz, burada ağ diaqonalı verib, bir də qara diaqonalı verib. Onlar burada bir yerdə birləşiblər. İkisi yenədən çıxıblar. Amma varianta baxın, bir yerdə birləşməyiblər. Birinin tini buradadır, birinin tini buradadır, birinin tini burada, birinin tini buradadır. Birləşməyiblər. Ona görə birləşməyiblərsə, B variantı getdi. Gəldim C-yə. C-də ağ düzdür, qara düzdür və ağın diaqonalını verib. Bu 100% səhvdir. Niyə səhvdir? Çünki baxsaz, burada qara gedib buna birləşib, burada sıxıntı yoxdur. Ağı bunlar tərəfə aparsaz, bir dəfə döndərdiyim, ağ düşəcək belə, yan, üfüqi formada. Bir dəfə də döndərdiyi düşəcək belə, şaqili formada. Və fikir versəz, bu ağın ucu gedib qaraya birləşməlidir. Qarasına birləşir. Amma burada ağ qaraya paralel durub. C getdi. Sonra gəldik D-yə. D-də elə bil ağdır, qaradır və ağın düz olanıdır. Burada problem, şəkillərdə filan problem yoxdur. Baxın, ağ ucu gedib bu qaraya birləşməlidir, orada birləşməyib. Bunu baxın, fırlananda ardıcılıq necədir? Qara, ağ, sonra xətt olan. Amma burada baxın, qaradan sonra xətt olanı sonra ağı verib. Ardıcılıq səhvdir. Qaradan sonra ağ, sonra o biri gəlməli idi. D-də getdi. O ki, qaldı Y-yə. Y-də baxsaq, bu qaradır, ağdır və bu diaqonaldır da. Burada bəs səhv hardadır? Fikir versəz, bu qara gedib hansına birləşib? Ağa. Ağ diaqonala, düz qara ağ diaqonala birləşib. Burada düz qaranı aparıb hansına birləşdirib? Qara diaqonala, o ağa birləşməli idi. Y də getdi. Düzgün cavab bəs hansıdır? A. Niyə? Çünki o diaqonal gətirib bunlar tərəfə. Bir dəfə döndərdik, o düşəcək bura belə. İkinci dəfə döndərdik, o gələcək bura belə. Heç bu qədər döndərsə bizə bəsdir. Bu formada düşdü bu belə. Həmişə diaqonal bir dəfə belə, bir dəfə belə dönüb. Belə, belə sırayla gedir. M hərfi kimi. Baxıram indi ardıcılığa. Ardıcıllıq necədir? Ağ, qara, o xəttdə olan. Burada baxıram ağ, qara xəttdə olan və həmişə diaqonallarda birləşmədən çıxıb çıxmadığına baxın. Bu diaqonala fikir versəz, bu diaqonal bunların üçünün kəsişməsindən çıxır. Burada da fikir versiz ki, üçünün kəsişməsindən çıxır. Məsələn, diaqonalı belə bu tərəfi versə, artıq o səhv olacaqdır. Hər şey düzsə, düzgün cavabımız olmalıdır. 32-də A variantı. Bəs bu A variantı ilə bağlı sual olan varmı? Yoxdur deyəsən, hər şey aydındır bu 32-də. Gəldi 33-ə. Yəni, ən çətin sual bulardır bunlarla bağlı. Çünki fikir versəz, hər üzdən 2 dənədir. Həm diaqonaldan, həm düz xəttdən, həm də perpendikulardan. Bu arada mən burada perpendikular bu üzrə deyirəm bunlara. Bunlar perpendikularlardır, düz xətt bunlar ikisidir. Bunlar da diaqonallardır. Bunlarda sıxıntı niyə var? Çünki hər üzdən 2 dənə deyən tutulmaq olmaq hansıdır? Onu da gərək özünüz analiz edəsiniz ki, bunun qarşısı hansı olar, bu hansı olar, bu niyə buradadır, o hardadır və s. Yaxşı, gəlin baxaq. Buna baxacaqsa, birinci hardan başlayırıq? A variantından təbii ki. A-da baxıram ki, nə diaqonal üzlərdir. Yəni, bizdə üzlər bunlardır. Biri budur, biri də budur. Və bir də perpendikular var. Amma bizim perpendikularımız 2 dənədir. Biri solda, biri sağda. Görəsən indi hansıdır və niyə? O soldaşı ola bilməz. Çünki baxın, o bu diaqonaldan qarşıdır. Qarşı üzərdə yığılmış bunu ola bilmir daxı. Deməli, 100% sağdaşıdır budur. Şəkildəkilər bunlar heç olmalı. O birlər heç biri düz gəlmir. Yaxşı, bu şəkillərə baxmaq üçün gələk diaqonal gətirə bunlar tərəfə. O bir dənə diaqonalı döndərə-döndərə gətirəm. Bir dəfə döndərdim. Diaqonal həmişə belə bu formasında olur. Baxın, bir dəfə döndərdik belə. İkinci dəfə döndərdik belə. Üçüncü dəfə döndərdik. Oldu bu formada. Bu
Bu niyə səhvdir? Fikir versəz, burada diaqonalları aparıb bir yerdə birləşdirib, eyni yerdən çıxardıb. Amma bu diaqonal heç bir yerə gəlmirlər. Bir tini buradadır birinin, o birinin tini buradadır. Heç bir yerə birləşmirlər. Ona görə qaranti səhvdir. Heç o birinə baxmaya ehtiyac yoxdur. Sonra gəldik B-yə. Yəni B-də baxmaq lazım ki, görəsən bu hansılardır. Mən üstünü silirəm. Baxaq B-yə. B-də baxın, bunların ikisini verib. Bana da sənə ki, qarşımasınlar bir-birinə. B-dəkilər bundan, budur. Yaxşı, bəs üçüncü tərəf düz xəttdir. Bu düz xətt iki dənədir. Biri burada solda, biri aşağıda. Soldakı ola bilməz nədir? Bunun qarşısı. Deməli, 100% aşağıdakıdır. Aşağıdakı çaparıq bu tərəfə. Bir dəfə doğru döndərdik. Getdi belə. Bir dəfə də belə döndərdik, düşəcək paralel. Bu formada. Bəs bu niyə səhvdir? Fikir versəz burada şəkildə, variantda daha doğrusu, bu düz xətti aparıb bu perpendikulardan birinin ortasına birləşdirib. Amma bunlardan birinin ortası, baxın, buradadır, ora düz xətt birləşməyib. Birinin ortası buradadır, buna düz xətt birləşməyib. Yəni, ortasına düz xətt birləşən perpendikularım yoxdur. Zaten soldakı bərabər yan tərəfə baxır, aşağıdakının da ortası boşa düşür. B-də getdi. C ilə D orada biraz qarışıq variantlardır. Bunlar axıra qalsın baxaram. Çünki hərəsindən fikir verin, bir dənədir. Onlar lap çətin olur. Gəldik Y-yə. Y-də 2 dənə diaqonalı verib və bir də düz xətti verib. 2 dənə diaqonal. Əgər 2 diaqonaldırsa, biri buradakı, biri də buradakıdır. Bəs düz xətt hansıdır? Düz xətt aşağıdakı olsa, bunlar birbirine qarşı olur. Yox, aşağıdakı ola bilməz. Onda 100% soldakıdır. Düz xəttimiz soldakıdır. Yəni budur. Yaxşı, bunların vəziyyətinə baxmasını gəlsin üçün birləşdirim də. Bu ikisini 2 dənə o tərəfə aparmaqdansa, o bir dənə diaqonal, onsuz ortasından qoparmaq olurdu. Oradan qoparıram, qoyuram bu tərəfə. İndi burada şəkillərdə bir şey çıxmayacaq. Bayaqlar məsələn birləşmirdi, burada da baxın heç birləşməyiblər. Burada problem ardıcıllıqdadır. Bəs yaxşı 2 dənə orada diaqonal varsa, bunların ardıcıllığını necə ayıracam? Bunların ardıcıllığını ayırmaq istəyirsinizsə, baxın ki, düz xətt bunların hansı ilə birləşir, hansı ilə birləşmir. Yəni fikir versəniz, düz xətt bundan birləşib. Yəni bir ucu buradadır. Amma o birindən birləşməyib. Bundan birləşməyib. Düz xəttdən sonra əvvəlcə birləşmədiyi, sonra birləşdiyi gəlir. Birləşmədiyi, sonra birləşdiyi diaqonal. Burada amma baxıram, onu Y variantında. Düz xəttdən sonra bura birləşdiyi, daxil, düz xəttdən sonra birləşdiyi, sonra birləşmədiyi gəlir. Y də səhvdir. O ki qaldı orada C ilə D-yə. Hə, bunlar biraz daha qarşılıqdır. Çünki birinci tapmalısınız ki, sizdə bu üç şəkil hansı üç şəkildir? O da necə tapırsınız? Şəkillərin vəziyyətinə baxırsınız. Məsələn, bu ikisinə baxırsınız ki, perpendikulyardır və qabaq tərəfində bir dənə düz xətt olmalıdır. Onda o, bu perpendikulyar ola bilməz. Niyə? Çünki baxın, onun qabaq tərəfində, yəni bununla birləşik qabaq tərəfdə zaten bura doldu. Burada düz xətt yoxdur ki, bu variant şəkil düz gəlsin. Bu biri perpendikulyardır. Yəni belə bir şəkil yoxdur. Məndə şəkil belə olmalıdır. Bu perpendikulyar, qarşısına düz xətt qoyub. Amma elə şəkil yoxdur burada. Onda deməli o biri perpendikulyardır, budur. Əgər perpendikulyar budursa, bunun orta tərəfində düz xətt qoymaq üçün düz xətt də budur. Çünki bu biri düz xətt bundan qarşıdır, bu ola bilməz. Yaxşı, perpendikulyarımız bu, düz xəttimiz bu. Bəs diaqonal hansıdır? Yuxarıdakı yoxsa sağdakı? Təbii ki, sağdakı. Çünki yuxarıdakı bu düz xətdən qarşıdır, sağdakı olmalıdır. Onda artıq burada cavabı görürəm ki, cavab C-dir. Niyə cavab C-dir? Çünki baxsaz burada, şəkil bu ikisi düzdür da, zaten o bir də düz olacaq diaqonalda. Problem oradadır ki, bu C ilə D-dir. Fikir verin, bunların üçünün birləşməsi buradadır. Buradakı diaqonal bunların üçünün birləşməsindən çıxıb. Amma buradakı diaqonal üçünün birləşməsi buradadır. Perpendikulyarına düz xəttdən. Ona paralel keçib. Bu belə olmalı deyildi. Baxın, bu formada olmalıydı. Elə olsa da düz olardı. Ona görə D səhvdir, C düzdür. Həm də ardıcılığa falan fikir versəniz, ardıcılıq necədir? Diaqonal, perpendikulyar, düz xətt aşağıda qaldı. Diaqonal, perpendikulyar, sonra düz xətt. Baxın, buradakı diaqonal, düz xətt, perpendikulyar. Burada da diaqonal, düz xətt, perpendikulyar. Hər şey düz gəlir. Olacaq C variantı. Bir xeyli vaxt alır və bir xeyli çətindir. İmtahana cəmsi 2 dəfə düşüb bu neçələr ərzində. Yəni, hamısına bir-bir baxasınız. Bu 33 ilə bağlı sualı olan. Yoxdur, artıq hamı yuxuladı orada 30 yazana kimi. Yaxşı, birini də özünüz baxın. Məsələn, 37.
Tapan yoxdur, hə? D deyil Fatimə. D-dən nəsə yaddan çıxardın. C-dir, düzdür sənin. Günay C ilə D-nin arasında qalmışsan, C-dir. Baxın, niyə o birlər səhvdir? Yəni, o D-dir, A-dır filandır. Elə A-dan başlayaq. A ən asan variantdır. Niyə? Çünki baxsaz 100% bu qara nöqtə ilə, yəni bundan, bu oval bir-birinə qarşıdır. Yəni, iki dənə oval var ya, düzdür. İkisindən biri onun qarşısıdır da. İkisini birdən veribsə, hansısa onun qarşısıdır. A getdi. Gəldik B variantına. B görəsən düzdür, yoxsa səhvdir? B əslində şəkil olaraq düzdür. Ovalın biri ona birləşir, biri paraleldir. Bunlarda diqqətli olmalısınız. Baxın, bunu biraz tərəf apardım. Ovalı döndərdim 90 dərəcə. O düşəcək belə. Bəs problem hardadır? Baxın, oval biri buna birləşib, amma biri isə paralel durub. Bu bayaqki kimi, şəkildəki kimi. Burada ardıcılığı gəlsəz, baxın, birinci dairədən sonra birləşən, sonra birləşməyən. Burada dairədən sonra baxın, birinci birləşən gəlib, sonra birləşməyən. Tərsində axı, birinci birləşən gəlməli idi. Burada birləşməyən oval gəlib. Birləşən buradadır. Ondan sonra gəlməli idi. B getdi. C düzdür. D niyə səhvdir? D ona görə səhvdir ki, əslində ardıcılıq falan düzdür. Baxın, qara ağ diagonal, daha doğrusu 2 xətt. Qara ağ 2 xətt. O heç. Ardıcılıq düzdür. Şəkil səhvdir. Şəkil niyə səhvdir? Bunların üçünün kəsişməsi buradadır. Üçünün birləşməsi. Burada da buradadır. O oval 2 xəttə baxsa, 2 xətt ona paralel keçir, oradan keçmir. Amma D variantına aparıb oradan keçirib onu. O D variantındakı belə keçməli idi. Ona paralel bu formada. Elə bir qaranağa gedib orada birləşməməli idi, üçünün birləşdiyində. D getdi. O ki qaldı orada Y variantı ilə C variantı. Y variantında problem hardadır? Ardıcılıq. Bir dəfə döndərdik, qara gələcək bura. Bəs ardıcılıq necə olacaq? Qara, oval, ağ. Burada necədir? Qara, oval. 7 getdi. A-da 2 dənə qoşa xəttlərdir və ovaldır. Bunun üstünü istəmişik, çox şey yazmışıq bura. 2 qoşa xəttlər və ovaldırsa, bu oval buna qarşıdır. Bu ola bilməz. Demək, 100% aşağıdakı ovaldır. Yaxşı, bunları bir yığadı, onun şəklinə baxmaq üçün. Bunların ikisini ora aparmaqdansa, o 2 dənə qoşa xətti bunu aparım, qoyum bir tərəfə. Çəkirəm burada. Gətirdim onu bura. Bir tərəfi belə, bir tərəfi də belə. Fikir versəniz orada, o V forması alınır. Zaten elə alınmalı idi. Və iç tərəfində bir dənə oval. Oval çünki bir dəfə də fırlatsaq, oval düşəcək belə. Ardıcılığım necədir bəs? Oval yenə baxın bunun bitinlə birləşib. Ovaldan sonra birləşmədik, sonra birləşdik. Baxın burada da oval buna birləşib. Ovaldan sonra birləşmədik, sonra birləşdik. Bütün hər şey düzdür. Cavab olacaq C variantı. İndi 37 ilə bağlı sual olan. Yoxdur deyəsən. O zaman davam edək. 40 tipli Mənim açılışlar var yəqin idi ki. sözünüzü, Buyur. qısmınızı hesab edin. Buyur. Məndə C variantında bu dairənin istiqaməti dikin olmalı deyil ki. C-də dairənin istiqaməti dikinə. Oval deyirsən, o Aha, belə bəli. olmalı yəni. Aha. Yox, o sən buradakı şəkillə buradakı şəkil eyni olmalı deyil ki. Elə bil onu zər kimi yığır, götürüb atır. Məsələn, sən tutaq ki, burada lap A olsun. A-nı burada belə görürsənsə, variantda A belə də dura bilər, belə də dura bilər, belə də dura bilər. Tək ki, orada o biri şəkillərlə düz olsun. Məsələn, baxdım oval. Birinə elə bir birləşmişdi, birinə paralel durmuşdu. Birləşdiyi ilə paralel durduğu ikisi də burada var da. Yəni, oradakı şəkillə buradakı şəkil eyni vəziyyətdə olmalı deyil. Sadəcə qonşuların eyni vəziyyətdə olmalıdır, bir birləşdikləri ilə. Bəs şəkilə əsasən nə zaman baxırıq? Şəkilə əsasən ancaq yenə bir-birlərinə nəzərən baxırsan. Məsələn, şəkilə baxmaq istəyirsənsə, yəni buradan şəkil suallar, şəkil əsasən baxdılarımız. Tutaq ki, məsələn 18. Və məsələn baxmırsan ki, burada B belə düz durmalıdır. Sən baxırsan ki, B ilə A necə durub. Məsələn, baxırsan ki, A burada, bir B-nin bu tərəfindədir. Ola bilər ki, məsələn B belə dursun, B belə dursun, B belə dursun. Tək ki, B o belərlə düz dursun. Yəni, məsələn, B A ilə düz dursun, B Y ilə düz dursun. Bir onu zər kimi atıb, hansı tərəfə düşər. Yox, elə bunu nəzərdə tuturam. Yəni əgər o dairə dönəndə o birlərlə dönməsi uyğun düşmürdü mənim düşüncəmə görə, niyə səhv düşünmürəm? Yox, bax, imam sual 37 idi də, hə. 2 ver bura, 32, 37. Bax, bu bizim oval. Bir dənə bunu sileyim, çünki çox şey var.
Buna bura tamamlayaq. Bax, elə bil birinə burada düz baxır. Bu hansıdır? C variantına bax, o düz baxdığı buradakıdır. Düz ona baxır. Amma birinə paralel durub. O paralel durduğu da budur. Bax, buna da bax, paralel durub. Bitindən paralel formasındadır. Ha, aydındır. Sağ ol. Aydın oldu indi bu. Bəli, təşəkkürlər. Başqa sual olan yoxdursa davam edək. Yoxdur desən, yaxşı o zaman davam edək. Gəldik məsələn burada biz 40-a, çünki 40-da siz açış biraz çaşdıra bilər. Bunu yəqin ki hamınız 2 dəfə görürsünüz. Ortadakı 5 dənə heç, bu kənardakılar hamı baxır ki, bunlar nədir? Bunlar hardan çıxdı? Yəni söhbət bundan gedir. Onlara baxıb çox da özünüzü qorxuzmayın. O kubu yığanda onlar elə birləşib bir dənə şahmat forması alınır da. O 4 dənə puzzle kimi bir-birinə keçir. Baxın söhbət oradan. Buradakı şahmat forması alır. Yəni buradakı şahmat formasını alır. Ona görə bildiyiniz kub kimi əldə etmək lazımdır. Məsələn, burada əslində bu bir dənə onu başa düşsəz ki, bunlar şahmat formasını verəcək. Qalanlar çox asandır. Niyə asandır? Məsələn, bura baxırsınız ki, bu qara üçbucaqla kvadrat. Bunlar bir-birinə qarşıdır. Yaxşı, bunlar bir-birinə qarşıdırsa, bunlar harda var? Baxın, C variantında üçbucaqla kvadrat bir-birinə qarşı. Y variantında üçbucaq, kvadrat bunlar bir-birinə qarşı. Gəldik sonra orada, məsələn, D variantına. D variantına baxsaz, x-dır, üçbucaqdır, kvadratdır. Bu düzgün cavabdır. B-yə baxaq. Hə, burada nə var? X-la diaqonal. Bunlar bir-birinə nədir? Qarşı. Qarşı ola bilməz də B də getdi. Bəs A niyə olmur? Çünki baxın, burada X-in qarşısı diaqonaldır. Nə bilim, üçbucağın qarşısı, qara üçbucaqdan söhbət gedir də. Bunun qarşısı nədir orada? Balaca kvadrat. Bəs bu full qara olanın qarşısı hansıdır? Bir dənə öz qalırdı, orada şahmat. Bunlar da bir-birinə qarşıdır. Qara üzlə şahmat da bir-birinin qarşısıdır. Əgər bunların qarşıdırsa, A da getdi. Amma D-yə baxın, hərəsindən biridir. Üçbucaq buradan, X buradan, kvadrat da buradan. Ardıcıllıq da kvadrat üçbucaq X, kvadrat üçbucaq X, hər şey düzdür. Deməli, burada 40-cı sualda düzgün cavab olmalıdır D variantı. 40 bəs aydındır, yoxsa necə? Burada şahmat dediniz, hansı ki A variantının səhv olma variantı. Şahmat qarşı üz dediniz. Bunu məsələn o biri testlərdəki kimi məsələn bunu altdan götürüb üstə qoysaq böyür-böyrə qara bir şəkil alınırıq. Şahmat kimi alınmır o balacaları. Yox, onda səndə düzbucaqlı belə üz aldın. Bəs onun qalan 200 nə olacaq? Demirsən ki, bunu götürüb qoya bura, belə olsun. Bəli, baxın onu dedim. Bəs bunun qalan 2 tərəfi nə olacaq? Onun düzbucaqlı aslında kvadrat formasında düzdür. Bəli. Ölçü düz gəlməyəcək, görə bu ağlar da ona birləşməlidir də. Türkan tamamlamayıb. Baxın, Elə bu 4 dənə üzdən söhbət gedir. Bu 4 dənə üz, yəni üstünü sileyim. Bu A, bu qara, bu A, bu qara. Bunlar gedir bir dənə kənarda yığılıb bir dənə şamal. Bunu arxaya doğru yığırsınız. Bu şəkil yığılanda orada puzzle kimi gedir, bunlar bir-birinə keçir. Məsələn, qaraya gəlib ağ keçir, qara, ağ. Deyəsən, səhvəmsə belə olur. Bunlar biri yığanda bu formada. 4 yığılıb bir dənə üz verir. Bu birinci üz, bu ikinci üz, bu üçüncü, bu dördüncü. Bunu biraz səhvə yazardım. Bir də bunları buradan silək. Bura olsun 2, bura olsun 3, bura 4, bura 5. O da olur 6-cı üz. Bunlar yığılıb olur 6-cı üz. Ne fikir versəz, burada 1 ilə 3 bir-birinə qarşı idi. Üçbucağına kvadrat. 1 ilə 3 qarşı idi, yəni S getdi, Y getdi. Həmçinin burada 4 ilə də 5 qarşıdır, B də getdi. Qaldı orada A ilə D. A niyə olmadı? Çünki baxın, hamısının qarşısı var. 1-in qarşısı 3-dür. 4-ün qarşısı 5-dir. Bəs yaxşı 2-nin qarşısı kimdir? Məcbur 6, yerdə qalan. Yerdə qalan da hansı şahmat? Ona görə bundan bu qarşıda ola bilməz. Amma D-də orada zaten hamısı qonşuda baxın. Üçbucaq, kvadrat və diaqonal. İndi bu bəs aydındır, yoxsa necə? Səs soraq gəlmədi, deyəsən aydındır, o zaman davam edək. 41 sual səhvdir, şriftlər düz düşməyib, bunu yazmazsınız. 41. Bunu bir yerə qeyd edin, 41 yazmazsınız. Boşuna vaxtınız getməsin. Məsələn, burada 46-da, burada şərt yazım, mən burada şərt yazım. Səhv açılışı soruşur. Səhv açılış. Səhv olan yəni. Hamısı düzdür, biri səhvdir. Yaxşı, burada baxaq görək hansı səhvdir.
O Y variantıdır. Niyə Y-dir? Baxın, üçbucaqlar burada bir-birinə birləşib. Bu üçbucaqla bu üçbucaq bir-birinə birləşiblər arxa-arxaya. Hamısında belədir zaten. Baxın C-də. C özü sağ olsun birləşdirib. Həmçinin D-də özü birləşdirib. C getdi, D getdi. Burada B-ni buradan kopardınız. Bu sol tərəfdəki. Apardı qoydu bura. Bu da baxın birləşib, getdi. A variantında bunu aşağı doğru döndərirsən. Aşağı doğru döndərsən olacaq o belə. Ya da bir yuxarı doğru yenə birləşirlər. Bu da getdi. Amma heç vaxt Y ola bilməz. Zaten bu ikisi birləşməyiblər. Bunu da sən döndərsən gəlib bunların A tərəfinə birləşəcək. Yəni Y ola bilmir. Əgər bizdən səhv açılışı soruşursa 46-da bir dənə 46-da səhvi soruşur. Bu düzgün cavabımız olacaq Y variantı. 46 ilə bağlı bəs sual olan var yoxsa necə? Yox deyirsən sual. Yaxşı, davam edək. 47 məsələn asan sualdır. Sizcə burada hansı olar? C variantı müəllim. Y variantı. Deyil. Y. Düz deyil. Burada hamı baxsın, sonra müzakirə edək. Orada C-də elmir olar qarşıda axı. Sən fikir vermədim, bax. Buna fikir versəz, bu A-la, bu yin-yang işarəsi, dairə və üçbucaq. Bunlar Müəllim bir cədvəl səhv düzdür. tapırıq. Yox, düz axtarır. Bir dənə 46-da səhv axtarırdı. Qansın düz Amma soruşur burada. birinci gördüm deyə onu dedim. Baxın burada üçbucaqla dairə. Nədir bunlar bir-birinə? Qarşı. Cavab Y-dir, Y-dir. Qarşı ola bilməz. Sonra A-la dairə. Qarşı ola bilməz. Sonra A-la dairə. Qarşı ola bilməz. Üçbucaqla A. Qarşı ola bilməz. Amma baxın burada yazıqlar hamısı qonşudur. Deməli cavabımız hansıdır? Y variantı. Buradan sual olan yoxdur. O zaman davam. 49 və 51. Eyni bir kubun orada döndərilməsindən söhbət gedir. Yəni elə bil onu qoyub belə zərf kimi fikirləşində zəri atırsan, nəsə düşür orada. 6 3 düşür, 2 5 düşür və s. Burada da eyni şeydir. Zəri atır, deyir ki, orada hansı ola bilər? Bu zəri götürdüm, atdım. Hansını biz ala bilərik? Biz baxma görsən burada hansı alınacaq? Bunları təsəvvür edə bilmək üçün aslında təsəvvür etmək üçün biraz çətin gələ bilər bu suallar. Yaxşı, bəs necə tapırıq burada? Bəzi şəkillərə variant çıxa bilərsiniz. Məsələn, burada Y variantına baxırıq. Y variantında orada səhv nədədir? Harada səhv var? O nöqtəyə baxın. Nöqtə gedib plusa birləşikdir, amma üçbucaqdan uzaqdadır. Amma burada nöqtə plusa da üçbucaqda birləşib. Baxın, bu yaxında olmalı deyildi. O nöqtə uzaq küncdə olmalıdır. Burada. Y getdi. Sonra D niyə səhvdir? D-yə baxsaq, D-də baxın, bunların yuxarı tərəfləri ikisində də eynidir. Sonra sağ tərəflərdə həmçinin ikisində də eynidir. Şəkil olaraq da, vəziyyət olaraq da. Əgər bunun yuxarısı sağı eyni şeydirsə, üzə baxan tərəfi bizdə gördüyümüz o üçbucaqla plus eyni ola bilməzdi. Daha doğrusu eyni olmalıydı, fərqli ola bilməzdi. Ona görə bu səhvdir də. Orada plus verib, burada üçbucaq olub. Yəni burada ona sehir eləmədi ki, bu necə dəyişdi. D-də getdi ona görə. Sonra C-nin niyə səhv olması çətindir? O C-yə gələrik. B bəs orada niyə səhvdir? B-də baxsaz, o nöqtə plusa birləşməli idi. Baxın, burada onun dibindədir. Amma burada uzaq küncə verib. B də səhvdir. Dediyim kimi, C-nin orada səhv olması yəni xeyli güclü təsəvvür olasınız. Amma A-nın niyə düz olması çox asandır. Baxın, bu kubu bir dəfə yuxarıya doğru qatlasaz, yuxarıya doğru açsaz, bir yuxarıya doğru qatladıq. O kub dönüb düşəcək belədən. Biz o plus üzü çıxacaq yuxarı qatladıq. Nöqtə də bu küncdən dönəndə çıxacaq bu küncə. O da baxın elə bizdə A variantına var. Bəs bu hardan çıxdı? Bu altdakı də sadəcə bunu yuxarıya doğru qatladınız, o çıxdı önə. Deməli plus burada bir dənə küncündə nöqtə, o da A-dadır. C niyə düzdür? Bu arada C-də o şəkil üçbucaqlar belə düşmür. Ona görə bilsəniz, üçbucaqlar bu formada düşür. Əgər yuxarı plusdursa. Üçbucağın bitini bura düşür, üstünə plus düşür. Olur belə. Bu
Bu 51 bəs aydındır yoxsa necə? Deyəsən aydındır. Yaxşı, sonra burada məsələn fikir versəz 50-dir, 52-dir. İndi bu atacağım PDF zaten qruplara. 53-dür, 55-dir. Bunların hər birində yazıb orada ki, 55-ə baxaq, burada yer çoxdur, rahat yazaram. Eyni bir fiqurun iki fərqli görünüşü verilib. Həmişə şərt eyni qalır. Və qəbul bu 5-6 dəfə düşüb buna aid sual. Bu fiqurun ixtiyari çevrilməsi nəticəsində alına bilən cavab variantlarını seçin. Yəni mən baxıram orada 2 dənə kubun yığılmış formasını verir. Deyir ki, başqa hansı yığılış forması ola bilər? Həmişə bu suallarda nə edirsiniz? O kubun şəklini çəkirsiniz, yəni açılış forması. Bəs hardan və necə? Hər iki şəkildə baxırsınız, bunlarda 99% suallarda bir dənə ortaq üz olur. Baxın bizdə A nədir burada? Hər ikisində ortaq. Onda bundan başlayırsınız çəkməyə. Birini elə necə görürsünüz, elə çəkirsiniz. O bilən də onun ətrafına. Məsələn, baxın, A-nı çəkirəm, mən birini çəkirəm, necə görürəmsə elə də çəkirəm. Mərkəzə bir dənə A çəkdim, düz ortada. Və baxdım şəklə ki, A-nın sol tərəfində T var, sola T-ni çəkdim, A-nın yuxarısında Y var, yuxarıya da Y-ni çəkdim. Birini tamamladıqda burada. İkincisi bəs necədir? Fikir siz indi bu şəklə baxırsınız ki, A-nın aşağısında I var. A-nın aşağısına I-ni çəkdik. Burada I var. Bəs A-nın yan tərəfində nə var? Baxın, A-nın yan tərəfində bir dənə L var. A-nın yan tərəfində L, amma L yan durub. Həmişə bu suallarda siz o fiqurun 5 tərəfini biləcəksiniz kubun. Niyə altıncısını bilməyəcəyik? Çünki A ortaqda A hər ikisində var. Normalda 6 dənə olmalıdır, 3 dənə onda, 3 dənə bunda. Sadəcə A ortaqdır, yəni biz bunun 5-in birliyi, 6-cından xəbərimiz yoxdur. 6-cı ona görə də hər yerdə ola bilər. 6-cı baxın, burada da ola bilər. Burada da, burada da, burada da. Və onu həmişə bilmədiyimizə görə düz götürürük. El i-nin yanında dayanmazdı. Fərqi yoxdur ki, döndər gəlsin, burada dayansın. Eyni şeydir də, onun fərqi yoxdur Günay. Yəni i-nin yanında dayansın da eyni şey olur. Sadəcə mən hamısını ana tərəfinə çəkirəm ki, A-na baxım, A məndə mərkəz olsun. Bir dəfə döndər aşağıya doğru, i-nin olsun belə. Sonra burada. İndi bizdə nə idi burada? Demədik ki, biz 5-in birliyi 6-cısını bilmirik. O 6-cısını 100% düz götürürük. Bildiklərimə baxıram, səhvdir yoxsa düzdür. İndi birinciyə baxıram. Birinci sizə səhvdir, düzdür? 100% səhvdir. Niyə? Burada baxın, T ilə L var. Nə də olar bir-birinə? Qarşı. Baxın, T burada, L burada. Qarşı üzlər ola bilməz də. Düzdür, 2, 4-dür. 2 niyə düzdür? 2-də baxsanız, bu en bilmədiyimiz, eni qaranti düz götürürsünüz. Baxsasınız T-nin i-yə. İyini bir dəfə döndərsəm, iyini baxın, uç tərəfə düşəcək bura, arxa tərəfə qalacaq o tərəfdə. Bir T-nin aşağısı i-yə baxır. Baxın, T-nin aşağısı i-yə baxır. 2 düzdür. 3 niyə səhvdir? Çünki sən yeni bu tərəfə doğru döndərəndə, o düşəcək belə üz aşağı. Yəni, Y ilə L belə üz-üzə baxmalıdır. Amma burada baxın, Y-nin belə aşağısı, L-in aşağısına baxın. Y-nin yan tərəfi, L-in aşağısına. 3 də getdi. 4 niyə düzdür? Çünki baxın, Y ilə L düzdür. Bu ikisinə baxın, üz-üzə baxırlar. Bəs bu K hardan çıxdı? K bilmədiyimizdir. Bilmədiyimizdə 100% düz götürdük. 5 də burada heç vaxt o düz ola bilməz. Çəkilə falan baxmaya ehtiyac yoxdur. Niyə? Çünki kubun 6 dənə özü var da. Gəlin sayaq. Yəni, kubun üzləri bu birinci, bu ikinci, bu üçüncü, dördüncü, beşinci. Zaten 5-in bilirsən. Burada Y heç yeni bildik. Bu da bilmədiyimiz üzdür. F də 700-lü kub olmur. Heç vaxt bilmədiyiniz 2 dənə bilməz. Bilmədiyiniz 100 bir dənə olmalıdır. Və ondan sonra vəziyyətlərə baxmalısınız. Buna əsasən 5 də səhvdirsə düzgün cavabımız neçə olacaq? 2 və 4. Mən üçüncünü evin istiqaməti evənki formada imkansızdır deyə çıxmışdım. El ola bilər əslində el olsun. Niyə Yəni ki? eli bu formada deyirsən. Elin o aşağı tərəfi amma Y-yə baxa bilməz. O 100% düzdür. Elin aşağı Həm də tərəfi yəni bilinməyən el o. hərfi el olamayacaq. Hə. Elin aşağı tərəfi o formada bilinməyən üzə baxa bilər. Baxın bura məsələn tutaq ki, bir dənə bu nə hərfidir orada? F hərfidir. F-i bura çəksəm, hə, bu ola bilər. Elin aşağısı F-ə belə baxsın. Amma belərə baxa bilməz. Aydın oldu anar bu. Evet. Yaxşı, bununla bağlı sual çünki orada 4-5 dənə sual var eyni şeyin hamısında. Yoxdur desəm. Qayıdırıq geriyə, orada bir dənə tipini saxlamışdım ki, var bir yerdə baxaraq hamısına. 19-a. 19-a burada. Özü qəbul sualıdır. Yazıq burada verilmiş açılışlardan 4-ə eyni bir kuba aiddir. Hansı variant bu kubun açılışı? Yəni hansı fərqlidir də burada, hansı səhvdir? Bu suallarda heç vaxt qarşı üzərə baxmayın. Qarşı üzərə baxsaz elə hamısı səhv gələcək. Məsələn, mən 2 ilə 7-yi görürəm, 2 ilə 7-yə baxmağa çalışıram.
Baxın, burada 2-nin aşağısı 7-nin baxır. Bura baxıram ki, 7-nin yuxarısı 2-yə baxır. Sonra bura baxıram ki, burada nə bilim 2 ilə 7 belə durublar. Nə bilim burada 2 ilə 7 ayağa durublar. Bu 4-ü eyni olmalıdır. Hamısı fərqli şey çıxdı. Çünki bayaq demişdim, orada kubda ümumiyyətlə kubun açılışında qarşı üzərin vəziyyəti dəyişə bilər. Ancaq qonşu üzərin vəziyyətinə baxmalısınız. 7-yə baxmaq istəmirsən, 7-yə qonşular ilə bax. 7-yə məsələn 0 ilə baxamısın, 7-yə 1 ilə bax. Nə bilim 2-yə baxmaq istəmirsən 5 ilə 6 ilə bax. Yəni həmişə qonşulara baxın. Qarşılar həmişə dəyişəcək və sizi çaşdıracaq, orada gedib səhv edəcəksiniz. Yaxşı, burada mən qonşulara baxıramsa, 7 ilə 0-a da baxıb 7 ilə belə tapa bilərsiniz. Burada cavab 7. Niyə? Çünki baxın 7-nin aşağısı 1-ə baxır. 7-nin aşağısı 1-ə doğrudur. 7-nin aşağısı 1-ə doğrudur. Burada 1-in aşağısı 7-yə doğrudur. A ilə C 1-in eynisidirsə, bir-birinin eynisi. Onda burada 100% Y niyə səhvdir? Çünki burada 1-in aşağısı baxır. Siz o biri variantlara baxaq. 7-ni bir dəfə döndərdiniz, 7 gəlir belə. Yenə baxın aşağısı baxır. Burada bir dəfə döndərdik, Y tərs durur da 100 aşağı. Bir dəfə də döndərdiniz, Y yan durur. 7-nin yan tərəfi 7 düşdü bura. Deməli, bizdə burada 100% səhv olan hansıdır? Yəni fərqli olan Y variantı. Çünki hamısında 7-nin aşağısı 1-ə baxır. Y-də 1-in aşağısı 7-yə baxır. Mən bir sözlə də belə iminli bu tip suallarda hansısa bir 2 rəqəm götürüb şəklin vəziyyətini bütün variantlarla müqayisə edilikdə. Müqayisə Vəziyyətinə eləməlisən. fərqli Amma olsa. onu dedim ki, orada o iki şəkil qarşı olmasın. Qarşı olsa tapa bilməyəcəksən. Qonşu olsunlar, birləşik olsunlar. Yaxşı, fərqini burada gəldik. Onun adı da buradadır. Deməli, 65-dən sonra bardakı prizmalar gələcək. Baxın, eyni şey deyib. Aşağıdakı fəzlər fiquruna 5 müxtəlif açılışından 4-də eyni bir fəzadır. Fərqli olanı tapmalıyıq burada. 66 bu asan. 67-yə baxaq. Sizcə burada fərqli hansıdır? D. Hansıdır? Tapan olmadı bunu. Əslində asandır, B-dir. B-də çünki dedim ki, sinə baxın da. Hamısında qara üçbucağa baxın, rahat görünür. B-də bunlar qarşıdır. Çünki baxın, bunu döndərdim bura, gəldi bura. Bunu da buradan sildik. Üçbucaq bir-birinə qarşıdır. Amma qalan hamısına baxın, qonşudur. Burada baxın, qonşudur da bunlar. Düzdür, məsafə olsa da bunlar qarşı deyirlər. Sonra D-də bunu buradan sildim, bura çəkdim, döndərdim də bura. Baxın, yenə qonşudur bunlar. Üçbucağın qonşusu biri plusu, bunun qonşusu kvadratdır. Sonra Y-də bunu gətirdim bura. Buradan sildim, yenə bunlar qonşudurlar. Amma B-yə baxsaz, biri solda, biri sağda. Yəni bir-birinin qarşısıdırlar. Hamısında qonşudursa, burada necə qarşı oldular? Ona görə cavabımız burada olmalıdır B variantı. Bu 67 ilə bağlı sual olan bəs? Yoxdur deyəsən. Yaxşı, o zaman davam. 67. 68. Məsələn, bu piramidanın açılışıdır. Yəni tetraedirdir hətta bu. Yəni piramidadır. Çünki aşağısı kvadratdır. Burada bizdə yenə fərqlini soruşur. Çünki bu sualların hamısında şərt eynidir. 70-ə kimi hamısında fərqlini soruşur. Sizcə burada hansı fərqli olar baxanda? Asan sualdır çünki. D deyil, şəklə baxıb orada D deyil. Variantı. Hansı variant səsin gəlmədi? Orada Y variantıdır. Bir suallarda ümumiyyətlə piramidin açılışına ancaq ardıcıla baxırsınız. Piramida təkrar edirdi. Başqa bir şeyə ehtiyac yoxdur. Birinci bunu yəni düzgün forma gətirək də. Baxın, hamısı kvadratın ətrafına yığılmalıdır. Onda A gəlib bura bağlanar. Bunu elə bilib bu tərəfə doğru bağlayırsınız da. T də bura. Da ona ora bağlısa bunu buradan silin ki, siz çaşdırmasın. Bunu da buradan sildim.
Sonra B-də bəs baxın T gedib bura bağlanır da. T-ni bağladıq ora. T oldu belə. Bunu buradan sildim. Sonra C-də T getdi bura bağlandı. Bunu buradan sildim. Y-də T gəldi bura bağlandı. Bunu da buradan sildim. Orada D gözünüzə fərqli görmüşdü. Amma əslində o yazıda bir şey yoxdur. A-nı buradan bağlayırsınız, bu formada gəlir bura. V də gəlir bu tərəfinə doğru. Baxın, belə bir gəldi bura bağlandı. V də onun sol tərəfinə. Bu arada şəklə baxmıram, fikir verdirsən. Ancaq onsuz adınızı yoxlayacağım da. T də belə bağlanır. Heç bəlkə də belə düşmür, bu tərsinə düşür. Məsələn, V belə düşmür, bəlkə də V belə düşür. Amma heç ona baxmıram. Sadəcə oradan ardıcılıq olsun. V də belə. İndi gəlin, bunlar da buradan siləyək. T buradan getdi, A buradan getdi, sonra V də buradan getdi. Sonra başlayırsınız ardıcılığa baxmağa. Fərqi yoxdur, hansı tərəfdən siz başlayın. Məsələn, A-dan başlayıram hamısında. Amma hamısı yeni bir şeydə. Ardıcılığa baxsam necədir burada? A, O, T, V. Baxırıq burada. A, O, T, V. Burada A-dan başlayalım. Ardıcılıq necədir? A, O, T, V. A, O, T, V. Yenə A-dan başladım. Sadə qərib tərəfdə. A, O, T, V. A, O, T, V. Burada bəs gözünüzə bu fərqli görünür. Şəkil qəribədir deyənə. Burada da baxın. A, O, T, V. A, O, T, V. Amma Y variantına baxın. Y variantının ardıcılıq nədir? Burada avto sözü alınır. A, V, T, O. A, V, T, O. Deməli, bizdə fərqli Y variantı. Çünki onun ardıcılığı düz gəlmir. Bu aydın oldu yoxsa necə? Aydındır mən. Sual yoxdur ki burada. Yaxşı. O zaman davam. Burada sonra 70, 71, 72. Eyni kubu fırlada gedir. Ya gərək bunlarda çox güclü təsəvvürünüz və həndəsəniz olsun. O da ki, çox çətin məsələ. Yəni orada da bir səhv eləyə bilərsiniz. Çünki bir var kubu sağa sola yuxarı döndərə aşağı onu biləsiniz. Bir də var ki, kubu elə bir 2 dəfə fırlasın. Məsələn, eyni kubdur oradakı. Onu döndərərək gedir. Sadəcə necə döndərdiyini tutmaq olmur. Ona görə nə edirsiniz? Həmişə bu suallarda çalışırsınız ki, açılışını çəkəsiniz. Bu bayaqki A forması kimi. Yəni baxın bizdə bu birinci şəkildir, bu ikinci, bu üçüncü. Eyni kubdur. Döndərib. Bu da dördüncüdür. Deyir ki, bura ağdırsa, o biri kanelin hansılar ola bilər. Bəs necə tapırsınız? Birinci orada kubun, gərək siz orada açılışını çəkəsiniz. Onu da çəkmək üçün əslində sizi hara rahat oradan başlaya bilərsiniz. Amma bir dənə məsləhət ən yaxşısı odur ki, 4 qonşusunu bildiyinizdən başlayın. Yəni 4 tərəfində bilirsən, rahat çəkə biləcəksən çünki. Məsələn, bu ağ boşdan başına çəkə bilməyəcəksən. Sadəcə 2 tərəfini bilirsən. Nə bilim, qaranın 3 tərəfini bilirsən. O da 4 tərəfin bildiyini sadəcə bir dənə şəkil var. O da hansıdır? Bir dənə bu ağ dairəyə baxın. Bunun 4 qonşusu da bilinir. Birinci qonşusu bu. İkincisi pəncərə. Sonra üçüncüsü kvadrat, dördüncüsü qara kvadrat. Yəni dairə darısı kvadrat. Yəni 4 qonşusunu bilirsiniz. Onda elə bunu çəkin, qalan ətrafına yığarsınız. Qaradan da başlamaq olardı bu arada. Qaranın da 3 dənə qonşusu bilinir. Amma bunun bütün qonşuları bilində çəkməyə daha rahat olar. Yaxşı, gəlin çəkməyə çalışaq. Deməli, bunu ağ dairəni çəkilən mərkəzdən, ağ dairə, mərkəz. Bu ayaqları ayırdı, rahat onun sağın solun bilirdim. Burada heç onu bilməyəcəm, onun sağın solu haradadır. Amma etməyə lazım da olmayacaq. Burada çəksək. Bu elə bir deməli bizdə düz ortaya çəkdim bu dairəni. Şəklin biri necə görürsünüz elə çəkin getsin. Gördüyün formada. Gördüyün formada çəkirsən, bir də mən buranı sileyim. Baxın burada ardıcıllıq. Bu dairənin sol tərəfində pəncərə var. Necə görürəm sizə? Bunu da sol tərəfində pəncərəni çəkdim. Bu oldu bizim pəncərə. Və yuxarılarında kvadrat var. Da ona pəncənin yuxarısını çəkmirəm, bunun yuxarısını çəkirəm. Burada bir dənə kvadrat var. O ki, keçdiyi bu bir şəkil, axı bu dairənin sağı, solu, yuxarısı, aşağısı yoxdur. Düzdür, bu şəkildə rahat görünür, amma bəzən görmək olmur onu. İkisi eyni formada qoyurlar. Ən yaxşısı ardıcıllıqdır. Ardıcıllığa baxsanız, dairədən sonra qara dairə, sonra kvadrat gəlməlidir. Dairədən sonra, yəni birinci qara dairə. Yaxşı, mən burada indi bunun bir sağı boşdur, bir də aşağısı boşdur. Sağ tərəfinə baxıram ki, sağ tərəfinə orada qara nöqtə düşmədi, çünki ardıcıl gedir. Bura qara nöqtə, qara dairə deyək ya da. Aşağıda tam qara olan, aşağıda tam qara. Şəkli çəkdik. Bir dənə öz qaldı, o da baxın bu boş ağ üzdür. O da hər yerdə olar, bayaq kimi burada da, burada da, burada da, burada da. Heç ona ehtiyac da qalmır onsuz da. Bizdən düzü soruşmurdu. Gəlin variantlara baxaq. Məsələn, A. A heç vaxt ola bilməz. Niyə? Çünki baxın, bu nöqtə ilə bu pəncərə özü bir-birinə nədir? Nöqtə və pəncərə özü bir-birinə qarşıdır. A getdi. Sonra C variantı. C variantında bu ağ kvadratla full qara olan bir-birinə nədir? Qarşı. C də getdi.
Yeni olmaz bəs. Baxın, burada hansı zaten soruşurdu bizdən? Boş ağ üzü. Bunun biri burada varsa ikincisini yenisiz yenisin. Bu da ola bilməz də. Onu da silirik. Y də getdi. Bəs D niyə gedir? D-də baxsaz bu demişdik də nöqtə ilə bu pəncərə bir-birinədir. Nöqtə və pəncərə bunlar bir-birinə qarşıdır. Bu da getdi. Amma B variantında qonşudular. Nöqtə ilə bu qara üzə baxın, bunlar burada qonşudular. Həfsə bu B variantı ola bilər. Deməli cavabımız orada əgər bura ağ üzdürsə, biri qaradır, biri də ki nöqtədir. Bu 72 bəs aydındır yoxsa necə? %72 ilə bağlı sual olan yoxdur deyəsən. O zaman tamam, davam edə bilərik buradan. Bu 72 getdi. Gəldik sonrasına. Açılış formasının birim verib, başqasını soruşur. Bunlarda gələk hər şeyə baxasınız. Yəni, burada şəkillər hamısı necədir, ardıcıllıq necədir, hansı-hansının qarşısıdır, hansı-hansına qonşudur, hansı-hansına necə baxır. Burada necə görürsünüzsə, variantda da eyni şey olmalıdır. Və bunlarda gələk çox diqqətli olasınız. Bəzən suallarda çox bir dənə xırda detala görə fərq edir. Məsələn, yaxşı, buna baxaq görək burada bunların fərqi hardadır? Ya da bunun açılış forması hansıdır? Mən bunu buradan sileyim, baxaq. İki variant çox asandır. Biri A variantıdır. Çünki baxın, bu qara üzün qarşısı hansıdır? Nöqtə. A-da qara üzün qarşısını verib ulduz. Bir də Y variantıdır. Qara üzün qarşısını ox verib. Bu nöqtə olmalıdır. Bu Y ilə A-nı atdıq, getdi. Amma qalan variantlar hamısı bir-birinə oxşuyur. Məsələn, baxın burada. B-də qaranın qarşısı nöqtə verib, qaranın qarşısı nöqtə verib. Ya ulduzun qarşısı 4 başda oxdur, ulduzun qarşısı 4 başda oxdur. Tək tərəfli ox kvadrata baxır, hər şey düzdür. Həmçinin C-də baxın, bütün qarşılar düzdür. Həm də D-də bütün qarşılar düzdür. Hətta ardıcıllıq filan da hamısında eyni şeydir. Bunların məsələn çox incə bir dənə fərqi var. O B, C, D-nin. O da nöqtənin vəziyyətidir. Nöqtəyə baxsaz, bu 4 başlı oxla, yəni bundan söhbət gedir. Bir dəfə nöqtəyə döndərdi. O nöqtəni 90 dərəcə bu tərəfə doğru döndərəndə nöqtə dönəcək, gedəcək, yuxarıda burada birləşəcək. Yəni mən bura dərsə gəlsəydim. Burada nöqtə gedəcək, bu formada bura birləşəcək. Bura. Ona görə də variantlarda hansı belə deyilsə, onları çıxmaq lazımdır. Məsələn, bunları çıxanda fikir versəz, D variantı getdi. Baxın, nöqtə bu 4 başlı oxa birləşməyib. D getdi. Həmçinin B də buna görə səhvdir. Bir dəfə bunu döndərdik, nöqtə gələcək belə. Bu tərəfə doğru. Aşağı doğru döndərirsə, buna yenə birləşməyəcək. Amma C-yə baxın, axı yuxarı döndərirsiniz. Yuxarı döndərirsə, nöqtə gedəcək, buna birləşəcək. Cavabımız olacaq C variantı. B ilə D-də səhv o idi. Yəni B, C, D bir-birinə çox oxşuyur. Onlar gələk xeyli diqqətli olasınız, nöqtənin fərqini görəsiniz. Nöqtədən başqa heç fərqlər yoxdur onların. Düzdür, D-də ardıcıqda fərq var. Amma o birlərdə, məsələn bu C-də, sonra D-də filan, ancaq da B ilə D-də ancaq orada baxmaq lazımdır nəyə? Nöqtənin vəziyyətinə. Bu neçə idi bəs? 40, 70 neçə idi bu? 73. 73 ilə bağlı sual olan yoxdur deyəsən. Yaxşı, gəl indi bu fəzanın düzgün açılışına. Fəza fiqurlarının düzgün açılış forması. Məsələn, baxın, düzgün açılış formalarını soruşur burada. Hamısında düzgün açılış forması. Birinci kubdan başlayaq. Kubun düzgün açılış formasının 2 dənə düzgün açılış forması var. Biri sətir üstün üzrə 4-ün 3-ü olan. Gəlin buranı sileyim. Necə 4-cü? Bildiyimiz açılışda xaç formasında, T formasının açılış. Məsələn, birinci, ikinci, üçüncü, burada 4-cü. Biri burada, biri burada. Yəni birinci 4-ün 3-ə açılış. Burada yazaq. 4-ün 3-ə. Nədir 4-ün 3-ə? Yəni sətir üzrə və üstün üzrə 4 dənə, o bir də 3 dənə. Məsələn, baxın. 1, 2, 3, 4 dənə sətir üzrədir. Bunu buradan silək. 3 dənə də bu tərəfdən. Baxın, 1, 2, 3 sırada belə. Yəni 4 sıranın 3 sırayədir. Bu arada məcbur deyil, həmişə bu 4-ün 3-ə belə olsun. Ola bilər ki, 4-ün 3-ə üstün formasında olsun. Yəni belə. Bu da səhv deyil. Məsələn, bayaqdan belə suallar da görürsünüz də. Bu da düzgün açılış formasıdır. 1, 2, 3, 4 ilə böldük. Məsələn, biri bunun solunda, biri də olsun tutaq ki, sağında. Burada necə olacaq bəs? Baxın, bu 1, bu 2, bu 3 dənə beləsi, 4 də beləsi. Baxın, 1, 2, 3, 4 də beləsi. 3-ün 4-də yəni bu. Yəni 3-ün 4 açılış düzdür. Bir də orada var 5-in 2 açılış. Sadəcə hər 4-ün 3 açılış da düz deyil. Məsələn, mən buraya belə bir şey çəkirəm.
Bu da olsun 4-ün 3 açılışda. Buradan bunu böldüm, bunu böldüm, bunu da böldüm. Burada da belə bir şey çəkdim. Bunu da buradan böldüm. Sizcə bu niyə səhvdir? 4-ün 3 səhvdə baxsaz yenə bu tərəfə saysaz 1, 2, 3, 4. Belə də saysaz 1, 2, 3. Bir şey yoxdur orada. Burada səhv hardadır? Kvadrata tamamlanmayacaq axı bu 3 dənə olan hissədə. Ən sadəsi belə deyək, ən sadəsi problem hardadır? Kubda ümumiyyətlə hər sualın neçə dənə qarşısı olur? Burada məsələn A-dır. Hər sualın bir dənə qarşısı orada. Məsələn, baxın, hər qarşısı hər üzün. Bunun bir dənə qarşısı var. Hamısının bir dənə qarşısı var. Məsələn, bura B-dir, onun qarşısı bura C-dir. Bu D-nin qarşısı bura Y-dir. Bir dənə bura fikir versəz, bura mən tutaq ki, A yazdım. Onun neçə dənə qarşısı var? Baxın, burada qarşısı düşür. Burada qarşısı düşür. İki dənə qarşı ola bilməz. Ona görə bu şəkil 100% səhvdir. Heç tamamlanmasa, tamamlanmasa, ona heç baxmağa ehtiyac yoxdur. Heç bir üzün iki dənə qarşı yüz ola bilməz. Ona görə bu 100% səhvdir. Yəni 4-ün 3 açılış düzlüyünün açılışdır. Sadəcə diqqətli olmalısınız orada. Heç bir üzün iki dənə qarşı yüzü ola bilməz. Varsa sual səhvdir. Yəni daha doğrusu variant versiya səhvdir. Bir də kubun digər açılış forması da 5-in 2-yədir. Yəni sətir üzrə və ya sütun üzrə 5-dən olub, sütun üzrə 2-dən olması. İkinci düzgün açılışı da 5-in 2-yədir. Başqa açılış forması yoxdur. 2 dənə forması var. 4-ün 2-yədir, 5-in 1-ədir, nə bilim 6-nın 0-ədir. Hamısı onlar səhvdir. Sadəcə bu ikisi düzdür. Yaxşı, mən burada 2 dənə açılış çəkim. Biri olsun belə. Biri də olsun belə. Bunu çəkin bura. Baxın, hər ikisi 5-in 2-yədir. Hardan çıxdı bunun 5-in 2 olması? Gəlin, baxın sayaq. Baxın, 1, 2, 3, 4, 5 beləsi. 1, 2 də beləsi. Var, geri olaq ki, bu şəkildə nəsə görək. Burada da baxın, yenə eyni şey. 1, 1, 2, 3, 4, 5 beləsi, 1, 2 beləsi. Yəni, hər ikisi 5-in 2-yədir. İndi sizcə hansı düzdür və niyə? Niyə ikinci düzdür, Ülkə? Aşağıdakı səhvdir. Düzdür. Aşağıdakı səhv, yuxarıdakı düzdür. Niyə bəs? Çünki aşağıda ortada qalan xana var ya, onun 2 Aha, dənə qarşı tərəfi düzdür. olur və bu da imkansız. Baxın, bu imkansızdır da. A-nı 2 dənə qarşısı ola bilməz. Amma bu düzdür. Fikir verin, bu 2 dənəni yuxarıya doğru qatlasaz, heç bir sıxıntı qalmayacaq. Elə kubun bildiyimiz açılış alınacaq. Yuxarıya doğru qatlasam, məsələn, hətta gəlin ora hərf də yazıram. Bura olsun A, burada olsun B. Qatlayanda dönür də, bu A tükür belə, B də belə. Hər şey düzdür. Bunu da buradan sildiniz. Baxın, elə 4-ün 3 açıldı. 4, burası da 3. Yəni, hər 5-in 2-yə düz deyil. 5-in 2-yə düzgün olması üçün orada qarşı yüz olmamalıdır 2 dənə. Hər elə bir qarşı yüzün, hər fiqurun bir dənə qarşı yüzü olmalıdır. Bu 5-in 2-yə ilə bağlı sual oynadı 4-ün 3 ilə. Gəlin, onda mən sizdən birini soruşum. Bu düzdür, səhvdir. Düzdür müəllim. Niyə düz deyilmir? Bu ən axırdakı, ən əvvəldəki bir ən axırdakını birini aşağı, birini Hə, yuxarı yeyəndə kvadratın açılış alınır. 4-ün 3 açılışdır da bu. Bunu baxın, bu tərəfə qatlayırsınız. Gəlir bu bura. Bunu da bu tərəfə. Bunu 4-ün 3. Yəni, bunu buradan silirsən, sonra bunu da buradan. 4, 3. Hər şey düzdür. Evet, birinin 2 qarşısı falan yox idi. Yaxşı, baxaq suallara. 76-da bizdən soruşur ki, nəyə soruşur? Uyğun, görmədim sualı, uyğun olmayanı tapın. Yaxşı, bu kubun açılışına, kub bilirsiniz də, bunun açılışına uyğun olmayan hansıdır? Hə, çıxa bilərsən, Fərdi, biz də yarım səhifəni yekunlaşdırıq onsuz. Ev tapşırma çətin məsələ. Səhv açılış hansıdır burada? C bəndinə bənzəyir.
Hə, C-dir. Çünki fikir versəz, o bayaq dediyimiz qaydada A-nın 2 dənə qarşısı ola bilməz. C getdi. Bu elə bildiyimiz 4-ün 3 açılışdır. Bunu aşağı qatlayırsınız, olur 4-ün 3-ə. Sonra elə bunu indi çəkdim. Bunu da indi çəkmişdim, düzdür. Bunu da aşağı qatlayırsınız, bu da olur düz. Amma heç vaxt bir dənə özün 2 dənə qarşısı ola bilməz. Sonra 78-də də burada həmçinin bizdə prizma olsa da səhv açılışı soruşur. Sizdə burada səhv açılış hansıdır? Əslində bu asandır. Siz burada kub filan bilməsəniz tapa bilərsiniz. Asan bir fikirləşsəz. Y'dir müəllim. Y-dir. Niyə Y-dir? Amma o balaca kvadratlar əks tərəfdə olmalıdır. Bunlar yan yanadır. Hə. O kubu yığırıq da, düzdür. Kubu yığırıqsa biri yuxarı, biri aşağı düşməlidir. Yox, B deyil, Y-dir orada. Niyə? O orada bu iki dənə balacaya baxın. Bu iki dənə balaca bir tərəfdədirsə, kubu yığdın. Yaxşı, biri aşağı, biri yuxarı düşməlidir. Biri sola, biri sağa düşməlidir. Bunlar ikisi eyni tərəfdəsə, bəs bunun o bir tərəfinə qoyacaqsınız. Bir tərəfinə bunları qoydunuz, bu okey. Bəs bu yuxarı tərəfinə boşda qalacaq. Baxın, hamısında biri yuxarıda, biri aşağıda qalıb, biri solda, biri sağda qalıb, biri solda, biri sağda, biri yuxarıda, biri aşağıda. Yəni heç vaxt Y variantı ola bilməz də. B variantı ola bilər axı sən burada B-də bunu yığanda elə biri yuxarı, biri aşağı, elə bunu kağız kimi qatlayanda bunu qatlayırsan bu tərəfə doğru, bu iki dənə, bu bir iki dənənin qarşısına. Bu yuxarı tərəf olur. Nə qədər bunu hərf yazın, başlayacaq. Bu olsun 1, bu olsun 2, bu 3, bu 4, bu 5, 6. Elə bir aşağısı 4 yuxarısı olur. Bu 5 ilə 6-nı da qatlayırsan içəriyə doğru. Gedib düşür 5 ilə 6-nın qarşısına, 2 ilə 3-ün qarşısına. Elə 2, 3, 5, 6 qarşı-qarşıya düşür. Bəs B-də də burada, bura 1 olsun, bu olsun 4, burada 2, 3, neçə qaldı? 5, burada tutaqsı 6. 6-nı qatlayırsınız 2, 3, 5-in qarşısına. Olur orada B variantı. Deməli, bizdə olur, burada cavab düzgün cavabı Y. Bir dənə də düzünə baxaq, burada ancaq səhvə baxırıq. Məsələn, 83-də bunun düzgünü soruşur ki, düzgün hansıdır? Sizcə burada düzgün hansıdır? A bəndi. A. Hə, A düzdür. Çünki 4-cü demişdik də, bu niyə səhvdir? Baxın, burada bu tərəfdə 2 dənədir. Burada da 2 dənədir, burada da 2 dənədir. Bunlar getdi. C niyə səhvdir? Birinin burada 2 dənə qarşısı var. A-nın beləsinə 2 dənə qarşısı var. A da getdi. Bu niyə düzdür? Bu çünki həm 4-ün 3-ədir, həm də ki burada qarşı 2 dənə yoxdur. Baxın, bu 1, 2, 3 dənə beləsi, 1, 2, 3, 4 dənə beləsi, həm də ki, hər şey düzdür. Düzgün cavabımız olacaq A variantı. 83 ilə bağlı sual olan. Zaten hamı 2 dəfə görür Günay. Bunlar heç düşməyib, sadəcə izah edirəm ki, Dimin kitabında var və sınavlar falan 1-2 dəfə salıblar. Birdən düşər deyə. Nəyi anlamadın orada? Yəni, məsələn, 83-də niyə başa düşmədi? Çətindir. Bax, nəyə çətindir? Kubun elə bir düzgün açılışıdır da. Kubun düzgün açılışı həmişə xas formasında deyildi. Bu da bizim xasımız. 4 dənəsi bir sıra üzrə. Biri solunda, biri sağında. Benim məsələm niyə səhvdir? Demişdik 4-ün 3-ündən başqa hamısı səhvdir da. Baxın, bu tərəf üstə 2 dənədir. Üçüncüsü bunun. Ya burada 2 dənədir. Ya ilə qarışdırırsınızsa, bu kubda hər tərəfindən 3 dənə öz çıxmalıdır. Bir hər təpə nöqtəsindən. Baxın, bu təpə nöqtəsindən 1, 2, 3 dənə öz birləşməlidir. Məsələn, burada B variantında, B-də ən azından D-də. Daha doğrusu Y-də. Baxın, Y-də 1, 2, 3, 4 dənə birləşir. Buna görə səhvdir. Bunlarda amma məcbur gəlib baxasınız ki, bu 4-ün 2 açılış səhvdir. Ümumiyyətlə, kubda belə deyək, düz açılıbsa, bunun ikisi bir tərəfdə qala bilməz. Biri solda, biri sağda olmalıdır. Baxın, burada biri solda, biri sağdadır. Belə də baxa bilərsiniz. C niyə səhvdir? Bu A-nın 2 dənə qarşısı ola bilməz. Biri burada, biri burada 2 dənə qarşı var. Ona görə bu səhvdir. Düzgün cavab olur, ümumiyyətlə A variantı. Yaxşı, bu oldu kub. Gəldik tetraedrin açılış formasına. Bu tetraedrdə də əslində çox da o bilər kimi çətin deyil. Burada da bayaqki kimi ardıcılığa baxırsınız. Sadəcə ardıcılığa baxmaq üçün birinci özünüzə bir mərkəz seçirsiniz. Bu mənim mərkəzim. Hamısına buna əsasən baxacağam. Necə yəni?
Məsələn, baxırsınız burada ki, məndə hər hansısa bir üz mərkəz olsun. Məsələn, mən bunu mərkəz çəkim ki, bunu tapa bilməyəcəm. Bu şəkil bizdə mərkəz olacaq həmişə. Bu şəkil. O birləri də onun ətrafına yığırsınız, mərkəz olacaq şəklində. Sonra ardıcılığa baxırsınız və hamısını da eyni birindən başlayırsınız. Bizdə eyni bir tetradin 4 dənə açılışını soruşur. Məsələn, mən hamısını üç bucaqdan başlayacağam. Üç bucaqdan baxın burada ardıcıllıq. Ardıcılığa fikir versəz, bizim ardıcıllığımız üç bucaqdan başlasaq. Necədir? Üç bucaq, kvadrat, dairə. Yazdım da burada üç bucaq, çünki axırda qarşılayacağım. Kvadrat, dairə. Gəldik birinci şəkilə. Birinci şəkildə bu mərkəz deyil. Mərkəz eləmək üçün onları qatlayırsınız. Yəni bunu bura qatlayırsınız, bunu da bura aşırırsınız da belə deyək. Bu arada orada şəklin vəziyyətinin əhəmiyyəti yoxdur. Məsələn, ola bilər ki, burada A versin. Ayda baxma ki, da görsən A necə döndərim, belə yazdım, sonra belə yazdım falan. Onun əhəmiyyəti yoxdur, onsuz ardıcılığa baxırıq. Onu oradan qatladıq, üç bucaq gəldi bura, bunun sağ tərəfinə, dairədə aşağısına. Bunu buradan sildim, bunu da buradan sildim. Baxın, burada bir üç bucaq belə alınır, bir də üç bucaq belə. Yenə tetraeder oldu orada. Bəs yaxşı, ardıcılığı necədir? Ardıcılığa baxsaq, həmişə hardan başlamışdım? Üç bucaqda. Üç bucaqdan başlayıram. Üç bucaq, dairə, kvadrat. Yazın bura. Üç bucaq, dairə, kvadrat. Yenə mən bunu mərkəz eləmədim. Onda kvadrat atdım bunun tərəfinə. Kvadrat gəldi bura. Üç bucaqda aşağısına. Yaxşı, bunu buradan sildim. Bunu da buradan sildim. Ardıcılıq necədir? Həmişə üç bucaqdan başlayırdım da. Üç bucaqdan başlasam, üç bucaq, dairə, kvadrat. Sağ tərəfə. Üç bucaq, dairə, kvadrat. Bu da bildik. 4-də bəs. Bunu mərkəz eləmək üçün dairə atdıq sol tərəfinə, kvadrat atdıq aşağısına. Bunu buradan sildim, bunu buradan sildim ki, qarışdırmayayım. Üç bucaqdan başlasam. Üç bucaq, kvadrat, dairə. Üç bucaq, kvadrat, dairə. 5-də zaten mərkəzləri rahat tapıram. Üç bucaq, dairə, kvadrat. Üç bucaq, dairə, kvadrat. Bəs 6-da mərkəz eləməsi üçün dairəni gətirdim bura. Kvadratda aşağısına. Bunu buradan sildim, bunu da buradan sildim. Bəs ardıcıllıq necədir? Ardıcılığa fikir versəz, burada üç bucaq, dairə, kvadrat. Burada da oldu üç bucaq, dairə, kvadrat. Mənə eyni kubun 4 dənə açılışını soruşurdu. Baxın, bu birincisi. Bu üç bucaq, dairə, kvadrat. Bu ikincisi, üç bucaq, dairə, kvadrat. Üç bucaq, dairə, kvadrat. Üç bucaq, dairə, kvadrat. Bunların 4-ünün açılışı eynidir. 1, 3, 5, 6. Cavabım olmalıdır bu. Amma 2 ilə də 4-ün açılışı eynidir. Fikir versəz hər ikisində 3 bucaq kvadrat dairədir. 1, 3, 5, 6 cavab olacaq B variantı. Bu tetraedrın açılışı bəs aydındır yoxsa necə? Aydındır deyəsən. Sual olan yoxdur ki burada. Tamam. Gəldik oktaedrlara. Bu arada tetraedr, tetra 4 deməkdir, 4 tərəflidir. Oktaedr 8 deməkdir, okta 8 tərəfli filandır. Bu daha da asandır. Burada sadəcə bunun 3 dənə səhv açılışı var. Necə ki, kubda dedim ki, 2 dənə düz açılışı var. Bunun da 3 dənə səhv açılışı var. Çünki bunun düz açılışları dəhşət çoxdur. Onu yadda saxlaya bilməyəcəksiniz, yaddan çıxacaq o qaranti. Ona görə də səhv açılışlarını öyrənək bunu. O 3 dənə səhv açılışı bilsəz, qalan hamısı düzdür. Birinci bunun səhv açılışı hansıdır? Baxın, tutaq ki, bunun təpə nöqtəsi buradır da. Hər təpə nöqtəsini onun uzağı 4 dənə öz birləşməlidir. Çünki bu 4 hərəsindən 4 dənə üç bucaq çıxır da. Baxın, bura bu 100-ü, bu 200, bu 300, bu 400. Elə bil hər təpə nöqtəsinə 4 dənə öz birləşir. Yəni, burada birinci qayda, bunları harada yazaq? Burada yazıram bunu. Birinci qayda. Burada yer çoxdur, birinci. Hər təpə nöqtəsində ən çox 400 birləşə bilər. 4-dən çox ola bilməz. Hansı ki 4-dən çoxdur, 5-dir filan da o səhvdir. Az ola bilər, 300, 200 ola bilər. Amma heç vaxt 4-dən çox olmur. Ən çoxu 4. Məsələn, burada baxaq. C variantına baxın. Təpə nöqtəsi ilə nöqtədən söhbət gedir. Məsələn, tutaq ki, nöqtə oldu bura. C variantına baxın. Neçə dənə üz birləşib burada? Xəttləri saymırsa üzləri. Baxın, burada 1 üç bucaq. Bu ikinci, bu üçüncü, bu dördüncü, bu da beşinci. Baxın, 5 dənə birləşə bilməzdi. Onda bizdən buradan cavabımız oldu C. Çünki səhvi soruşur. Yəni, suallara birazdan baxacağıq zaten. Ola bilərdi C variantı. Buyur, nəsə deyirdin? Ola bilərdi C variantının təpə nöqtəsini başqa bir yerdən götürək. Onlar orada səhv yoxdur. Sadəcə 5 ola bilməz. Hər hansısa biri 5 ola bilməz. Hamısı maksimum 4 olur. Amma məsələn bu biri tərəfdən götürəndə 400 olur. O heç də onun tərəfi düz olsa burası səhvdir axı.
Hə, elə bir üzü səhv Ümumiyyətlə elə bir olmuşdur. fiqur yoxdur. Aydın. Bu tərəfə düz olsa, bu tərəfə 100% səhvdir. Amma qalanlarına bax, hər tərəfə düzdür. Məsələn, bu nöqtəsini götür, buranı götür, buranı götür, ya buranı götür. Bax, hamısına 4 dənə birləşib. Belə birini yazıram. 1, 2, 3, 4 dənə birləşib. Ya bunu da birini yazıram. Məsələn, buraya yazıram. 1, 2, 3, 4 dənə birləşib. Burada 4 dənədir. Aydındır, Ya maraqlı burada sorudur. 1, 2, 3, 4'dür. Burada 1, 2, 3, 4'dür. Yəni uzağı 4'dən. Var da 4'dən az ola bilər ha. Məsələn, baxın bu təpə nöqtəsi bir dənə öz birləşib bura. Ya eləsində var 2 dənə birləşib. 2 dənə birləşən, məsələn, o 2 dənə birləşən. Burada 3 dənə, 4 dənə birləşənlər də var. Yəni mütləq deyək ki, 4 dənə olsun, amma 4-dən çox ola bilməz. Bu birinci qaydası hamıya aydındır. Yaxşı. İkinci qaydası. İkinci qaydası bir formasında açılışlar 100% səhvdir. Bir formasında açılışlar. Məsələn, harada bir gördüksə düz bir, tərs bir, sağ bir, necə olursa olsun. Məsələn, baxın 85-in D variantında tərs 1 var. Bu 100% səhvdir. 84-də var idi, yox. Baxın, məsələn, deyərsiniz ki, bəlkə bu da 1-ə oxşuyur, amma bu 1 deyil axı. Baxın, bu formada bunun sağ küncü var. Yox, bu deyil. Başqa, sonra başqa baxıram burada. Başqa, baxın, hə, baxın, bu 1 formasındadır. Bu 100% səhvdir. Yəni, 1 formasında gördünüzsə, o suallara baxacağıq. O 100% səhvdir. Bu 80, daha doğrusu ikinci qayda ilə bağlı sual olan var. Yoxdur. Üçüncü qayda nədir bəs? Üçüncü qayda odur ki, əgər bunu tam düz açıbsa, baxın, bu formada tam düzgün açılıbsa, burada bir dənə üçbucaq belə, sonra bu formada belə, o belə, o belə, isə oldu 4, bunu 5 eləyək, bir də uzadaq, bu da 6, bunu 6 tərəfə silməyəcək. Yəni, ortada belə 6 dənəsi varsa, tam düzgün formada, amma heç bir tərəf əyilmədən 1, 2, 3, 4, 5, 6. Bunun eyni tərəfdə 2 dənəsi ola bilməz kub kimi. Yəni, məsələn, solda 2 dənə üzü olsun, sağda 2 dənə olsun, ola bilməz. Yəni, eyni tərəfdə 200 ola bilməz. Biri solda, biri sağda olmalıdır. Eyni tərəfdə 200 ola bilməz. İkisi də solda və ya ikisi də sağda olmalıdır. Yəni, ikisi də yəni, bu tərəfdə, biri o tərəfdə, bir tərəfdə olmalıdır. İkisi də sağda olsun, ikisi də solda olsun, bu səhvdir. Məsələn, burada hə, bu 87-in Y variantı kimi. Baxın, tam düzgün formadadır da bu 6 dənə. İkisi solda qalanmaz. Bir buynuz kimi qala bilməzdir orada, ikisi bir tərəfdə. Biri solunda, biri sağında olmalıdır. Və ya D variantına baxın, tam düzgün formada açılıb 6 dənəsi. İkisi eyni tərəfdə qalıb. Bu ola bilməz. Məsələn, hansı formada ola bilər? Hə, D variantı kimi buradakı. Baxın, düzgün formada açılıb, biri solunda, biri sağındadır. Bu düzdür. Ya burada düzgün formada açılıb, biri solunda, biri sağında. Bu da düzdür. Amma düzgün düz açılıbsa, orada harada yazmışdım bunu, hər ikisi eyni tərəfdə qala bilməz. 3 qaydası aydındır. Yaxşı, gəlin o zaman suallara baxaq. 84-də nə deyir? 87-yə kimi bizdə burada soruşur ki, hansılarda düzgün deyil. Bunu yazdıq da 84-də. Çünki C variantında 5 dənə birləşib. Ola bilməz o. Gəldik 85-ə. 85-də bizdən yenə səhvi soruşur. Sizcə burada səhv hansıdır? D Variantı. Deyil. Çünki Bunu baxın burada 1 var. demişdik. Hə, bunu demişdik. 86. Burada da səhvi soruşur. Və yenə baxın 1-dir. A variantıdır. 1 var orada. Gəldi 87. Orada düzü soruşur. Baxın, hansı cavab variantında düzgün göstərilmişdir. O zaman buranı sildim. Sizcə hansında düzgündür? B. Hə, B-dir. Niyə B-dir? Baxın 1. 1 getdi. Bayaq dedik, ikisi düzdür, eyni tərəfdə ikisi qalıb. Ola bilməz. Sonra C-də, baxın, bu nöqtəni götürürsən. Bura 1, 2, 3, 4, 5 dənə birləşib. Getdi. Burada bu nöqtəni götürürsən. Bura, məsələn, buranın üçün 1, 2, 3, 4 dənə idi. Amma bura baxın, 1, 2, 3, 4, 5 dənədir. Bu da getdi. Amma burada baxın, nə düz açılışdır ki, eyni tərəfə baxın. Nə biri oxşamır, nə də ki, 4-dən çox var. 1, 2, 3, 4, 1, 2, 3, 4. Hər şey düz oldu B variantı.
Bu 87 aydındır yoxsa necə? Mənim 86-nın C-sinə baxa bilərik. O niyə düz olur? Bu niyə düz olur? Niyə düz olmasın ki? Bax, Hə, o 1, 4 2, tərəfi 3, birləşmir. 4, 1, 2, 3, 4. 4, 4'dür bu. Yaxşı, bəs 88-də sizcə düz hansıdır? Düz soruşur burada da. D variantı. Hə, dedim. 1, 1 gördük. Sonra 500, 1, 2, 3, 4, 5. 500, 1, 2, 3, 4, 5. Bu da ki düz açılıb, ikisi qalıb bir tərəfində. Biri solda, biri sağda olmalıydı. Bunun atdıq getdi, oldu D variantı. Bu oktaedrlarda bu qədər. Gəlir orada prizmaları saxlamışdım ki, axırda yorulacaqsınız. Prizmalar asandır. Prizmalarda, bu 56-dan başlayalım, göstərini bilməyəcəm burada. 57-dən başlayalım. Prizmalarda sadəcə o verilən şəkli doğru onun ətrafına bükmək lazımdır. Məsələn, onu həmişə deyirəm, evi ki, güldə ətrafına bu şəkillə bağlayırsınız. Evi bu bizdə güldür. Bu ətrafına bağlamaq lazımdır. Ətrafına bu şəkillə bükürsünüz. Baxın, evi gəlib bu bağlanır bura. Bağlayanda. Bu gəlib fırlanır bunun bu tərəfinə bağlanır. Bu da gəlib bura bağlanır. Yaxşı, bunları belə bağlasaq. Bura neçə düşür məsələn? Bura 4 düşür, bura 3 düşür. Fırlanı bura bağlayanda bura 2 düşür, bura 1 düşür. Buna bura bağlayanda bura 7 düşür, burada 8 düşür. Belə bağladıq bunu bura. Yəni hamısının öz tiyinə doğru. Və baxıram sonra şəklə. Məndən nəyi soruşur? Baxın, məndən K-nın ili soruşur. Birincisi baxsaz K 1 ilə 7-nin arasındakı hərfdir. Biraz daha dəqiqləşdirsək, baxın 1 ilə 7-nin arasında bir rəqəm yoxdur. O hansı rəqəmdir? O 8 rəqəmidir. Çünki siz 1 ilə 7-yə bu tərəfdən fırlansanız, belə, burada nə qədər rəqəm var? Aralarında bir dənə rəqəm olmalıdırsa, 1 ilə 7-nin arasındakı o hansıdır? 8. Demək, bura 8-i yazdınız. Yaxşı, 1 ilə 8-in ortaq hərfi hansıdır? Birləşdiyi küncdə, burada birləşiblər də. O hansı hərfdir? Y. Bura oldu Y. Bir də nəyə soruşur? Baxın, Y-in qarşısını çarpazın. Y-in qarşı çarpazında burada nə var? T. Bura Y-dir, burada T-dir. Olacaq A variantı. Bu aydın oldu, yoxsa necə? Neçə idi bu? 57. Sualı olan? Yoxdur. Yaxşı, 60-ı onda yazın. ilə 4. Hə, 4-2 olmalıdır orada. Niyə məsələn o birilər olmur? Birincisi bunu bura bağlamaq lazımdır. Baxın, K gedir, bura bağlanır. K gəldi bura. M getdi, bura bağlandı. N gəlir, bunun arxasına bağlanır. E də gəlir, bunun arxasına gəlib bura bağlanır. Olur bu formada. Bəs burada problem hardadır? Problem oradadır ki, baxırıq bunun ardıcılığına. N ilə K-nın arası boşdur. Bura hansı yüz ola bilər? N ilə K-nın arasına baxsaz, N buradadır, K da buradadır. Siz belə fırlansınız, orada 2 dənə öz var. M var, L var. Ona görə də arxadan fırlanmaq lazımdır. O da hansı üzdür? R-dir. Burada R-i yazdıq. Sonra bəs mənə B lazımdır. B hansıdır? Baxın, B N ilə R-nın ortaq üzüdür. N ilə R-in ortağı. O hansı rəqəmdir? N ilə R-in ortaq birləşdiyi yerdə orada 2 var. Bura oldu 2. Bəs sonra N-in o bir tərəfi, bir aya doğru gedirəm də mən. N-in bu bir küncü lazımdır. N-in bu biri küncü neçədir? Bu da baxın 3-dür. Burada oldu 3. Onda sıra nə gedir də? Bura 2, bura 3, burada neçədir? 4. Cavab olur 4-2-Y variantı. 60-la bağlı sual olan bəs? Yoxdur deyəsən. Yaxşı. Orada eyni şeylər də yox. Bu məsələn piramidadır. Burada başqa piramida. Məsələn 65-ə baxsaq, burada hansılardır? İki ilə 3. Düzdür. Heç olmadı orada.
Niyə 2-3 olmalıdır? Çünki baxırıq bura. Birinci bunu bağlayırsınız da. M gəlir bura bağlanır. N fıranır arxaya bağlanır. K da gəlir bura bağlanır. Bunu belə bağladıq bu tərəfə doğru. Bunu gəldiniz bura bağladınız. N gəldi bura bağlandı. K da gəldi bura bağlandı. Bizdə baxıram mənə burada şəkildə nəyi soruşur? K-nın L-i qarşısına, bir K-nın qarşısına soruşur da. K-nın bağlandığı hansıdır? 1 ilə 4. Baxın burada sizdə K-nın qarşısını soruşur. K-nın bu 1, 4-ün qarşısı hansıdır? 2-3. Cavab olmadı 2-3. Belə tapa bilərsiniz. Yerdəki də sırayla gedirsiniz. Məsələn, baxırsınız ki, bayaqdakı kimi biraz vaxt alır o. K-nın L-in ortaq birləşdiyi, o ortaq birləşdiyi hansıdır? K-nın ortaq birləşdiyi o 1-dir. Üstünü silmək orada çox şey oldu. Burada məsələn K-nın ortaq birləşdiyi bura 1-dir. Bura 1-i yazdınız. L-in bu biri tərəfi, L-in bu biri tərəfi 3-dür. Bura 3-dür. Bu tərəfdən olar 2, burada 4. Belə tapa bilərsiniz. Amma bir üsul daha rahatdır. Bu da oldu 65. Görüm yadımdan çıxan bir şey. Evdən sonra K-nın gəlməyi şəkildə nə dərəcədə düzdür? O şəkli fırlayıb qoyubdu orada. O bir bu piramida deyil. Fırlat necə istəsən qoyurdu yerə. Sol sağ söhbət yoxdur onlarda. Döndərə bilərsən yəni. Sağına keçməyəcək. Yox, bax döndərsən, bunu sileyim. Zəhmət olmasın. Sən bunu məsələn yığdın, K gəldi bura düzdür. M gəldi bura. N də gəldi bura. Sənin piramidən bu formadadır da. Bu piramidanı götür bir dəfə yox, 2 dəfə fırla. 2 dəfə fırlasan, K gələcək bu ikinci, L gələcək bunun ön tərəfinə də. Aydın deyəm, amma belə deyim də. Aha. L K-ya nəzərən sağda deyil, soldakı şəkildə. Bax, onu deyirəm də. Burada solda ola bilər. Bax, bura K düşmür. Götür elə bir bunu əlinə, bu piramidanı. 2 dəfə fırla. Bir dəfə fırladın, K gəldi bura. Bir dəfə də fırladın, K getdi bura. K düşdü indi bura. L-i də 1-2 dəfə fırladın, E gəldi buradan buraya da gəldi ön tərəfə. Bildim. Təşəkkür. Aydın oldu indi. Bəli. Yaddan çıxan bir şey, baxaq onlarda bir şey. Yoxdur burada. Bu dərslə bağlı bu qədər. İndi bilmirəm, ev tapşırığının suallarına baxaq, yoxsa saxlayaq əlavədə baxarıq. Əgər sualınız azdırsa deyim, əgər yorulmamışsınızsa, yox, çoxdursa saxlayaq, həftə sonu baxarıq. Sizə necə rahatdır? Ham yatır o da deyərsən. Yaxşı, əlavədə deyirsinizsə, əlavədə baxarıq. Onda onun vaxtını da aşarıq, 6-ya da bazar. Axşamüstü keçər inşallah. Əgər sualınız yoxdursa, bugünlük bu qədər. Müəllim, oktayedrlarda bir tərəfdə 2, bir tərəfdə 3 ola bilərmi? Yox. Ola bilməz. Hə, heç nə Yox, olmaz. yox. Başqa sual? Mən ev tapşırıqlarından yapışmışam elə. Ona gələn dəfə baxacağıq elə suallarına 1-2 dənə. Düzdür, baxmışam. Gələn dəfə yox. Əlavənin vaxtını daşı yazacağam qrupa. Aydındır. Çünki bu ağır bölmədir. Bunu yəni bölmək istəmədik. Bir də mövzudan kənara çıxım. Bu mətn Onda rekordu saxlayayım bir saniyə. Rekordu mən saxlayayım, sonra sualına ver. Sual olmayanlar çıxa bilər bu arada gecə.